Salam əziz tələbələr, hər birinizi xoş gördük. Bugün sizlərə 9 noyabr tarixində kursumuzda keçirilən OTK sınağında istifadə olunan məntiq testlərinin izahını verəcəm. Başlayaq ilk suala. İlk sualımız uşaqlar, blok tipli suallardır. Burada 47, 48, 49 nömrəli sualların üçünün də həllin bu mətnə uyğun, bu cədvələ uyğun tapmalıyıq. Şərtə baxaq. Şərtdə deyir ki, eyni hərflərin eyni, fərqli hərflərin isə fərqli ədədlərə uyğun olduğunu bilərək cədvəldəki məlumatlara əsasən tapşırığı yerinə yetirməliyik. Yəni biz burada A-ya məsələn 5 vermişəmsə da B-yə 5 verə bilmərəm. Müxtəlif hərf müxtəlif rəqəm almalıdır. Və yazıb ki, hərfləriniz 17-dən kiçik natural ədədlərdir. Yəni 1 və 16 aralığını almalıdır. Başlayaq. Nə deyir? Şərti oxuyalım birinci. Deyir ki, tək ədəd olmayanlar. Yəni, tək ədəd olmayan nə deməkdir? Bunun yəni, əksi nə olacaq? Tək ədəd deyilsə, onda bunlar cüt ədədlərdir. 7-yə qalıqsız bölünməyən nə deməkdir? Yəni, 7-yə qalıqla bölünməlidir. Bu qalıqla bölünənlərdir. 1 əlavə etdikdə 5-ə qalıqsız bölünənlər, yəni, elə bilin ki, 5-ə qalıqsız bölünənlərdən 1 çıxmalıyam. Bu da hansı aralıq olar? 4, 9, 14 olar. Çünki 5-ə qalıqsız bölünən bu aralıqda 5-dir, 10-dur, 15-dir. 5-dən 1 çıxaram 4, 9, 10-dan 1 çıxaram 9, 15-dən də 1 çıxaram 14. Gözləsin. Natural ədədin kvadratı olmayanlar, yəni kök çıxmayan ədədlər, heç bir ədədin kvadratı kimi göstərə bilmədiyim ədədlər burada olmalıdır. Bir rəqəmli olmayan nə deməkdir? Deməli, 2 rəqəmli olanlar da bunlar. 2 rəqəmlərdir. 3-ə qalıqsız bölünməyənlər də o deməkdir ki, yəni 3-ə tam bölünənlər burada olmalı deyil. Qalıqla bölünənlər burada olmalıdır. Bir də fikir verin, nəyə əsas fikir verin uşaqlar? Burada deyir ki, məsələn, tək ədəd olmayanlar, yəni cütlər. Cütlər ancaq buradakı hərflərdir. Yəni, burada olmayan hərflər cüt deyil. Burada olmayan hərflər təklərdir. Gəlin, başlayaq, yazaq. Suala keçməmiş, əvvəlcə budur, D, Əl, 3 dənədir bu. Bunları rahat tapmaq olur. Gəlin, baxalım, D hərfi nədir? D hərfinə 1 əlavə etdikdə 5-ə qalıqsız bölünən 4, 9, 14 uyğun gəlir. Bir rəqəmli olmayanlar. Onların içərisində vardır? Vardır. Yəni 2 rəqəmlərin içərisində. Mən də bunları 2 rəqəmli və tək rəqəmli və 2 rəqəmli olaraq ayırmışam. İndi bir rəqəmli olmayanlar, yəni 2 rəqəmlərin içərisindədirsə, mən D-ni buradan axtarmalıyam. D-ni buradan axtarıramsa 4 ilə 9, 14-ün içərisində 2 rəqəmli olan 14. Yazdım 14. Uşaqlar, D-yə 14 yazdırsa, da bu 14-ü istifadə eləməyəcəksiniz başqasında, dəqiq tapıbsızsa. Sonra keçirəm Ə-yə. Ə-yə görə bir rəqəmli olmayanların içərisində var, yox, yəni tək rəqəmlərin içərisində axtarmalıyam. 3-ə qalıqsız bölünməyənlərin içərisində Ə var, yəni tam bölünənlər olmalı deyil, qalıqla bölünənlər. Onda Ə-yə nə qalacaq? 4 qalacaq. Onda avtomatik L-yə də qalacaq 9. Bu 3 hərfi tapdınız, getdi. İndi gəlirsiniz buradan uşaqlar. 4-ü istifadə elədiniz, silirsiniz. 9-u istifadə elədiniz, silirsiniz. Və bunlardan istifadə edə bilməzsiniz başqa hərflər üçün. Keçək imtahan sözünü axtaralım. İmtahan sözündə i hərfini axtarmalıyam. Bir rəqəmli olmayanların içərisində axtarmalıyam. Yəni burada axtarmalıyam. Keçirəm. 3-ə qalıqsız bölünməyənlərin içərisində i var. Vardır. Yəni qalıqla bölünənləri silməliyəm buradan. Üzr istəyirəm. Qalıqla bölünənlər qalmalıdır. Tam bölünənləri silməliyəm. 12-ni, 15-i siləcəm, gedəcək. Natural ədədin kvadratı olmayanların içərisində var. Deməli, kök çıxanları silməliyəm. 16 lazım deyil mənə. Tək ədəd olmayanların içərisində var, i. Yəni, cütlərin içərisində var o, yoxdur. Deməli, mənə təklər lazımdır. Onda i-yə qalır ya 11, ya 13. I-yə qalır ya 11, ya 13. Yəni, fərqli buradakı şərt də ödəyir. 7-yə qalıqsız bölünməyənlərin içərisində 11 də, 13 də ikisi də ödəyir. Deməli, i-yə tapdım. Ya 11, ya 13. Onları dəqiq tapmadığıma görə silə bilmirəm hələ ki. Dəqiq tapdıqdan siləcək. Bir dənə orada bir şey fikir verin uşaqlar. Bax, a ilə i burada da var. 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 Başqa yerdə a olub, i olmadığı yoxdur. Onlar hamısı eyni şeydir. A ilə i eynidir. Onu deməli, a ilə i-yə tapdığım şərtlər a üçün də keçərli olacaq. I-yə 11, 13 tapmışamsa, a-ya da elə qalacaq 11, 13. Yəni, yoxlasaz eyni şey olacaq. Onları dəqiq tapmaq olmur. Sonra keçək m hərfini axtaralım. Bax, burada.
M hərfi nədir? M hərfi harda axtarmalıyam? Bir rəqəmli olmayanların içərisində axtarmalıyam. Bir rəqəmli olmayanların içərisində axtarıramsa M-nı, yəni bu aralıqda axtarmalıyam. Bir də bir söz deyim sizə. Şuralar A ilə I, görürsünüz A 11 13, I 11 13 qalır da. Yəni ya A-ya 11-dir, I-yə 13, ya A-ya 13-dür, I-yə 11-dir. Bilirəm ki, da 11 ilə 13 A ilə I-nin arasında bölünübdür. Yəni də onlar başqa hərflərə uyğun gəlməyəcək. Onda burada 11 ilə 13-ü silim geçsin. Qalar 10, 12, 15, 16. Gəlirik M-nı axtaranda harda axtarmalıyıq? Bu aralıqda axtarmalıyıq. 10, 12, 15, 16-nın içərisində axtarmalıyıq. Baxaq burada 3-ə qalıqsız bölünməyənlərin içərisində var mı? Yoxdur. Yoxdursa deməli 3-ə tam bölünənlər olmalıdır. Bu ya 12-dir, ya da 15-dir. Yəni buradan 10-un üstündən xətt, 16-nın üstündən xətt çəkə bilərəm. Gəlirəm bura. Tək ədəd olmayanların, yəni cütlərin içərisində M var, yoxdur. Cütlərin içərisində yoxdursa deməli o təkdir. Təkdirsə onda 12-nin də üstündən xətt çəkirəm, qalır M-ya 15. M-ya yazdınız 15. M-ya 15 yazdırsa biz buradan 15-i silərik, gedər. Qalacaq orada nə? Deməli 10, 12, 16. Sonra keçək T hərfini axtarırıq. T hərfi yenə bir rəqəmli olmayanların, yenə iki rəqəmlərin içərisində axtarmalıyıq. Harda axtaracağıq? 3-ə qalıqsız bölünməyənlərin içərisində var o, vardı. Deməli 12 tam bölünür, bunu silirəm, gedir. Natural ədədin kvadratı olmayanların içərisində var T, yoxdur. Yəni kök çıxanların içərisində olmalıdır. Onda T-ya qalacaq neçə? 16. T-ya qaldı 16. Bunu da sildim. Bax, buradan gördünüz. İndi 16-nı da sildim, getdi. Qalır ya 10, bir də 12. İki rəqəmlərin içərisində. A-nı bilmirik. A-ya ya 11-dir, ya 13-dür. Burada A-ya ya bilmirik, 10-dur, ya 11-dir, ya 13-dür. H ilə N-nı tapağın. H-ya baxaq inşallah. H hərfi hardadır? Bir rəqəmli olmayanların içərisində var o, yox. Deməli, yuxarıdadır. Bir rəqəmli olmayanların içərisində yoxdur. Yəni, bir rəqəmlərin içərisindədir. 1, 2, 3, 5, 6, 7, 8-in içərisində axtarmalıyam. Görək, 3-ə qalıqsız bölünməyənlərin içərisində H var. Bu aralıqda H var. Yox. Yəni, tam bölünənlərin içərisində olmalıdır. Orada qalır ya 3, ya da 6 qalır. Sonra qaydaq bura. Şöyle, tək ədəd olmayanların içərisində, yəni cütlərin içərisində H var. Yoxdur ki, yox. Deməli, 6 da gedər. Deməli, cüt ədədlərin içərisində yoxdur da, deməli, təklərin içərisindədir. H-ya yazacağım 3-ü. H-ya 3-ü yazdımsa, da bu 3-dən istifadə eləməyəcəm. Onu sildim, getdi. Gəlirik imtahan sözü üçün. Demək olar, bütün hərfləri tapdıq. Bir dənə N qaldı, yox. N qaldı, N-nı axtarağın. N da bir rəqəmli olmayanların içərisində yoxdur. Deməli, yenə tək rəqəmlərin içərisində axtarmalıyam. Natural ədədin kvadratı olmayanların içərisində N vardı. Burada görək, N vardı. Deməli, buradan biri silməliyəm, getməlidir. Gələk, burada axtaraq ki, görək. 3-ə qalıqsız bölünməyənlərin içərisində var. Onda buradan altını da silirəm, gedir. Tək cütlərə baxsaq, burada ədədlər tək və cüt olaraq bölünübdür. Tək ədəd olmayanların içərisində görək, N hərfi var. Cütlərin içərisindədir. Tək ədəd olmayanların içərisində, yəni cütlərin içərisindədir. Onda 5 ilə 7 də gedir. Qalır 2 və 8. N-ya ya 2 qalır, ya da 8 qalır. Bunu da yazdım bura. Onda buradan biri qaytaraq. Bu üstündən xətt çəkdilərim, ancaq həmin hərf üçündür. Keçək uşaqlar. İmtahan sözündə i-ni tapmamışıq. Amma bizə buradan şərt verir. Deyir ki, i ilə n-nın cəmi a olmalıdır. Bizdə i ilə a-nın ya 11 ya 13 olduğunu görürüksə, a daha böyük ədəddir burada. A-ya 13 verərəm, i-yə 11 verərəm. Onda avtomatik n-ya nə qalır? 2 qalır. N-ya tapdıq 2. İnşallah bu n-ya 2 tapmışıq. Bu cədvəlimdə n-ya 2 tapmışıq mənasına gəlmir. Bu ancaq 47 nömrəli sual üçün n-nı 2 tapmışıq. Növbəti sual keçəndə n yenə mənim üçün sual altına qalacaq. Ya 2-dir, ya 8-dir. Bu ancaq 47 nömrəli sual üçün keçərli. İndi baxalım. i-ni istəyir bizdən, artıq tapmışıq. i 11-dir. M-nı istəyir, m-nı tapmışıq 15-dir. T-ni istəyir, tapmışdıq 16-dır. A-nı istəyir, a-nı tapmışıq 13-dür. H-nı istəyir, h-nı tapmışdıq 3-dür. A-nı istəyir, a-nı tapmışıq 13-dür. N-nı da tapmışıq 2-dir. Bunları toplasaq 11, 15, 26, 16, 42, 13.
55, 3, 58, 15 da bu gəlsə 73 eləyəcək. Düzgün cavabımız D variantı. İndi biz növbəti suala keçəndə uşaqlar bu i-nin, n-nin, a-nın neçə olduğunu yenə müəmmalıdır, bilmirik. Amma digərlərini heç bu şərtdən istifadə eləmədən tapmışıq. Amma biz i-nin, n-ni, a-nı bu şərtdən istifadə edib tapmışdıq deyə onda bu qalır. Sonra keçirik burada uşaqlar bizə deyir ki, i a-dan böyük olarsa mərkəzi sözünü tapmaq lazımdır. Mərkəzi sözündə bizə r ilə z lazımdır. Qaydaq burada, onda bu cədvəlimizdən r ilə z-ni tapaq. Görək r ilə z hardadır? R hərfin axtarmalıyam. Deməli, bir rəqəmli olmayanların içərisində var o, yoxdur. Bu aralıqda axtarmalıyam. Tək rəqəmlərin içərisində axtarmalıyam. Natural ədədin kvadratı olmayanların içərisində var o, var o. Onda biri buradan silməliyəm. 3-ə qalıqsız bölünməyənlərin içərisində R var. Burada yoxdur. Deməli, 3-ə tam bölünməlidir. Onda biz də baxırıq ki, bu qalan ədədlərin içərisində 3-ə tam bölünən bir dənə 6-dır. Onda R-yə yazdım 6. R-nı dəqiq 6 tapmışamsa, onda buradan 6-nı silirəm, gedir. Buradan biri qaytaraq. 6-nı sildim, getdi. Sonra qalır orada Z hərfi. Mərkəzi sözündə Z da lazımdır. Z hərfini harada axtarmalıyam? Bir rəqəmli olmayanları. Yəni, 2 rəqəmlərin içərisində axtarmalıyam. Ya 10-dur, ya 12-dir. Burada 3-ə bölünməklə tapmaq olar rahat. 3-ə qalıqsız bölünməyənlərin içərisində axtarmalıyamsa, yəni 12 tam bölünür, qalıqsız bölünür. 12-ni silirəm buradan. Z-ə qalacaq onda nə? 10 qalacaq. Gördünüz? Onda buradan da 10'u sildik, getdi. Uşaqlar qalır orada. Qalır orada. Hansı hərfimiz? 12 qalır bir dənə. Buradan da A-nı tapmışıq. Deyək ki, ya 11-dir, ya 13-dür. D-ni tapmışıq. I-ni tapmışıq. Ya 11-dir, ya 13-dür. K-nı tapmışıq. K-nı tapmamışıq. T-nı tapmışıq. M-nı tapmışıq. T-nı tapmışıq. Z-i tapmışıq. K qalır bir rəqəmli olmayanların içərisində. Yəni 2 rəqəmlərin içərisində. Onda K-ya da avtomatik 12 olduğunu görə bilərəm də. Burada K-ya da yazıram 12. Gördünüz? İndi bizə orada nə deyirdi? Mərkəzi sözü də düzdür. Mərkəzi sözündə bütün hərfləri tapdıq artıq. Gəlir bura. Deyir, i A-dan böyük olarsa. Təbii ki, A-ya 11-13. Onda i-yə də 11-13 qalırsa, i-ni daha böyük götürürsə, i-yə 13, a-ya 11 yazmalıyam. İndi mərkəzi sözünü istəyir. M-yə yazacağım 15. Üstə gəlməliyəm. Ə-ni istəyir məndən. Ə 4-dür. R-nı istəyir. R 6-dır. M-ə-r. K-nı istəyir. K-nı tapmışdıq. 12-dir. Yazdıq 12. Ə-ni istəyir. Ə 4-dür. Z-i istəyir. Z 10-dur. I-ni istəyir. I-ni də tapmışıq. 11-dir. Bütün hərfləri tapdıq. İndi bunları toplayalım. 15, 4, 19, 6, 25, 12, deməli 30, 25, 12, 37, üstə 4 gəlsəm. Nə qədər eləyəcək? Deməli 41, bu da 41, bu da 11 gəlsəm. Artıq səhv elədi bir dənə. Mərkəzi sözündə i 13-dürsə, i-yə burada 13 yazmalıyıq. 11 yazmışam. 15 üstə 4, 19 üstə 6, 25 üstə 12. Deməli, 37, 41. Elədi. Bu da 23. 41, 23 eləyəcək 64. B variantımız. Bax, i-yə 13, a-ya 11 yazmalıyıq. Burada i-yə 11 yazmışdım. Güzel. Cavabımız oldu B variantı. Şimdi növbəti suala baxalım. 49 nömrəli suala. 49 nömrəli sualda görək nədir? Orada axtarırdıq dövlət sözünü. Dövlət sözündə öylə v-nı da tapmalıyıq biz. Bax, öylə v-nı tapmamışıq. Qaydaq indi buradan yuxarıdan təzədən öylə v-nı axtarağın görən hardadır o? Buradan bunları sileyim. Aşağıdaşların izləri də qalıb. Aha. Deməli, ön axtarmalıyıq birinci. Təbii ki, bütün rəqəm, bu iki rəqəmlər hamısı getdi də. Burada istifadə elədik, getdi. Biz axtarmalıyıq harada? Tək rəqəmlərin içərisində. Önü axtarsaq, ö 3-ə qalıqsız bölünməyənlərin içərisindədir. Yəni, burada onsuz da qalıqla bölünür. Yəni, hamısı qalıqsız bölünür. Natural ədədin kvadratı olmayanların içərisindədir. Buradan ö-yə bir uyğun gəlməz. Sonra keçirik. Tək ədəd olmayanların. Ö cüt ədədlərin içərisində deyil. Deməli, təklərin içərisindədir. Onda buradan 2-ni silirəm, gedir.
E, Sonra cütləri silirəmsə 8-i silirəm gedir. Qalır 5 ilə 7. 7-yə qalıqsız bölünməyənlərin içərisində önü görürəm, görmürəm. Deməli 7-yə tam bölünməlidir. Orada da 7-yə tam bölünən bir dənə 7 qalır. Öyə yazdım 7. Dövlət sözündə bir dənə V qalmışdı. İndi yenə burada artıq 7-ni sildim getdi. Qalır 8, 1, 2, 5. Bunları da tapsaq T-nı. Deməli V-nı üzr istəyirəm, V-nı axtarmalıyıq. 3-ə qalıqsız bölünməyənlərin içərisindədir. Yenə də eyni şeydir. Natural ədədin kvadratlar olmayanların içərisində V-nı görürəm. Bunu görmürəm. Deməli, V kök çıxanların içərisindədir. Bu 1, 2, 5, 8-in də içərisində kök çıxan bir dənə 1-dir. Onu da yazdıq, V-ya da yazdıq 1. Qaydırıq, dövlət sözünün indi cəmlərini axtarmalıyıq. İndi dövlət sözündəki hərfləri D hərfini tapmışıq, D-nı tapmışıq. Neçədir? 14-dür. Yazıram bura 14. Üstə gəlinsin. Ö-nü tapmışıq. Ö neçədir? 7-dir. Yazırıq 7. V-nı tapmışdıq 1-dir. L-nı tapmışdıq 9-dur. D-V-L, Ə-ni tapmışıq 4-dür. T-nı da tapmışıq. T-nı da tapmışdıq 16-dır. Şimdi bunları toplayaq. 14, 7, 21, bu da 10. 31, bu da 4. 35, bu da 16, 51. Dövlət sözündəki hərflərə uyğun olan ədədlərin cəmi də 51-dir. Şöyle biraz vaxt aparan sualdır, amma yazmalıyıq da 3 sualımız hazır oldu. Yəni bütün hərfləri tapdıq burada. İndi bəzi hərfləri tapmadıq, onlar da lazım deyil. Əgər lazım olsaydı, yəni onları da tapmaq olardı. Vaxt aparan sualdır, amma yazmalıyıq. Sonra gəlir növbəti 3 sualı, ikinci bir blok sualı var. Növbəti 3 sualı aşağıdakı məlumatlara əsasən cavablandırmalıyıq. Fikir verin bu blok sualında bir neçə dənə elementiniz var burada. Yəni bunu gətirim sağ tərəfə. Deməli 96, 81 bal toplamış. ABCD tələbələrdir. Ödənişli, ödənişsiz oxumaları haqqında məlumat veribdir. Bir ixtisasları haqqında məlumat verib. Bir dənə, 2 dənə, 3, 4 dənə elementi. Siz istədiyiniz bir elementi əsas element kimi götürüb cədvəl qura bilərsiniz. Məsələn, mən tələbələri götürüb qururam, siz balları götürüb qura bilərsiniz, ixtisasları götürüb qura bilərsiniz, problem yoxdur. Amma həmişə bu tələbələri götürürəm ki, rahat olsun. Buraya yazacağım indi A, yəni bu hərfləri bura düzüm. Bir də C. Bu hərflərin, yəni bu tələbələrdir. Aşağıda balların yazacağım. Burada yazıram balların. Sonra buradan yazaram ixtisasların. Bir də burada ödənişli oxuyub oxumamaqlarını yazaram. Bu bizim səliqəli cədvəlimiz olsun. Yəni dəqiq tapdıqlarımızı buraya yazarım. Bir də bunun eyni qaydada qaralamasını yazaram. Balı, ixtisası. Balları yazıram bura. 96, 81, 74, 69, 65, 56, 42. Bir də ixtisasları yazaq bura. İxtisaslar maliyyədir. Maliyyə, məktəbə qədər təlim. Məktəbə qədər təlim. Sonra sosial iş, hüquqşünaslıq, elektrik mühəndisliyi, bir də memarlıq, riyaziyyat. Memarlıq və riyaziyyat. İndi başlayaq şərti oxumağa. Deyir ki, ödənişsiz əsaslarla təhsil alan tələbələrin sayı, buraya yazıram, ödənişsiz, ödənişli əsaslarla təhsil alacaq tələbələrin sayından çoxdur. Buradan ödənişlidən çox olmalıdır. Yazırıq bura. Deyir, ixtisaslarının baş hərfləri eyni olan tələbələrin təhsillərini ödənişsiz əsaslarla davam etmirlər. İxtisaslarının baş hərfləri eyni olan tələbələr təhsillərini ödənişli əsaslarla davam etmirlər, yəni ödənişli oxuyurlar da bunlar. Baş hərfləri eyni olan maliyyədir, məktəbə qədərdir, memarlıqdır. Deməli, 3 dənə tələbə ödənişlidirsə, onda geridə qalanlar, burada fikir verin, 1, 2, 3, 4, 5, 6, 7 nəfər var. Ödənişsiz çox olmalıdırsa, onda burada 4 yazarım. Onda belə çıxır ki, geridə qalanlar hamısı ödənişsiz oxuyacaq. Ödənişli ancaq maliyyədir, məktəbə qədərdir, bir də memarlıqdır. Düşürük aşağı.
Bir memarlıq ixtisasına qəbul olan tələbənin balı yalnızca elektrik mühəndisliyi ixtisasına qəbul olan Y-nin balından çoxdur. Uşaqlar, bu memarlığa qəbul olan yalnızca Y-dən çoxdursa, bu o deməkdir ki, memarlığa kim qəbul olubsa, ondan aşağıda bir dənə balı var. O da Y-nin balıdır. Uşaqlar, ən axırıncından bir pillə yuxarı deməkdir da bu. Yəni, bura yazmalıyam ki, memarlıq ixtisasına qəbul olan bu 56 olmalıdır ki, memarlıqdır. Və Y-nin balından çoxdursa, bir dənə Y-nin balından çoxdursa və elektrik mühəndisliyində oxuyursa, buraya yazıram elektrik və o kimdir? Y-dir. Deməli, gəlirik. Y üçün bizə nə deyir dəqiq? Y bizə deyir ki, 42 baldır, elektrik ixtisasında oxuyur. Buraya yazıram balın 42, burada yazıram ixtisasın elektrik. Düzdür? İndi ödənişli, ödənişsiz olduğunda artıq bilirik də, ödənişsizdir bu. Buraya yazıram ödənişsiz. Çünki ödənişli ancaq 3 nəfərdir. Maliyyə, məktəbə qədər, bir də memarlıq. Keçirik. Bunu tapdıq. Bu 42-ni tapdıq, getdi. Daha bundan istifadə eləməyəcək. Üçündə düzmüşük bura, Y üçün. Sonra ikincinə oxuyaq. Deyir, topladıqları balların ədədi ortasına bərabər balı toplayan G adlı tələbə riyaziyyat müəllimliyi ixtisasını seçmişdir. Yəni, burada 7 dənə tələbə var. 1, 2, 3, 4, 5, 6, 7 tələbə var. Və topladıqları balların ədədi ortasını tapmaq üçün biz hamısını toplayıb sayına, yəni 7-yə bölməliyik. Bunu da toplayıb bölsəz 69 olduğunu görərsiniz. Və bizə o nə deyir? Deyir ki, onu kim yığıbdır? C adlı tələbə riyaziyyat müəllimliyi ixtisasını seçmişdir. Deməli, riyaziyyat müəlliminə nə yazmalıyıq? 60, deməli, üzr istəyirəm. C adlı tələbə riyaziyyat müəllimliyi ixtisasını seçmişdir. C-yə yazmalıyıq 69 bal və nə yazmalıyıq? Riyaziyyat ixtisasını. C-yə yazıram 69. 69 da bildirdi ardındır. Bunların hamısını toplayacaqsınız. Böləcəksiniz sayına 7-yə böləcəksiniz. Qalacaq 69. İxtisas olaraq riyaziyyatdır. Yenə ödənişsizdir bu. Ödənişsizdir. Bu da getdi. 69-a yazdıq bura. Deməli, riyaziyyat və cühər. Bunu da istifadə elədik, getdi. Sonra deyir ki, hüquq oxumayan D-nin balı. D hüquq oxumur. Bax, buraya yazıram ki, hüquq oxumur. D üçün hüquq getdi. Hüquq oxumayan D-nin balı 81 bal toplayan F-dən az. Yəni, D-nin balı kiçik olmalıdır F-dən. F-in balı nə qədərdir? 81-dir. 10 gəlib burada F üçün balın yazaq dəqiq 81-dir. F-dən az. Balları eyni rəqəmlərdən təşkil olunmuş A və maliyyə ixtisası üzrə təhsil alan tələbələrin balından çoxdur. Bu D-nin balı çox olmalıdır. A-dan və maliyyə ixtisası üzrə təhsil alan tələbədən. Bu deməkdir ki, A ilə maliyyə ixtisası üzrə təhsil alan tələbə ayrı-ayrı adamlardır. Burada görün nə deyir? A və maliyyə ixtisası üzrə təhsil alan tələbələrin balından. Deməli, A da ayrı adamdır, maliyyə də ayrı adamdır. İndi baxaq görək burada və balları eyni rəqəmlərdən təşkil olunmalıdır. Burada balları eyni rəqəmlərdən təşkil olunan 65 və 56-dır. İndi baxırıq, A-nı və maliyyəni bura düzməlidir. Uşaqlar, 56-nı bilirəm ki, memarlıq götürür. Onda maliyyə nə qalacaq? Təbii ki, 65. Bura qalacaq maliyyə. Və A da maliyyədə oxumadığına görə A-ya qalır 56 bal, memarlıq. Bunu da yazıram. A-ya qaldı nə? Bal olaraq 56, ixtisas olaraq memarlıq və ödənişli də oxuyur bu. Ödənişli yazıram bura. Deməli, A-nı da tapdıq, bütün hamısını tapdıq, getdi. Bunda da istifadə eləməyəcəyik. Qalır orada nə? Uşaqlar, 80, yəni burada A-nın balı nə qədər oldu? A-nın balını tapdınız ki, 56-dır. Maliyyə ixtisasına qəbul olanda kimdir? Hələ hərfini tapmamışıq. Amma bilirik ki, balı 65-dir. İndi D 65-dən çox, 81-dən azdır. D 65-dən çox, 81-dən azdırsa, bir dənə qalır ora 74. Deməli, D-nin balını tapdıq ki, 74. D-nin balını tapdıq 74-dür. İxtisasını bilmirik. İxtisası da hüquqdan başqa digər yerdə qalanlar nədirsə, onları olacaq. Gəlin bir dənə bu deməli ixtisasda elektriki tapmışıq. Memarlıq, riyaziyyat, elektrik bu getdi.
Memarlığı tapmışıq, bu getdi. Riyaziyyatı tapmışıq, bu getdi. Deməli, D-yə hüquqdan başqa sosial iş, məktəbə qədər, maliyyə və s. onlar gələ bilər. İndi baxaq bura. İxtisas üzrə təhsil alan tələbələrin balından çoxdur. Bu da getdi. Məktəbə qədər təhsil və hüquqşünaslıq ixtisası üzrə qəbul olan tələbələrin ballarını göstərən ədədlər cüt ədədlərdir. Məktəbə qədərlə hüququn ixtisası. Uşaqlar biz maliyyənin balını da tapmışıq da. Maliyyənin balı da 65-dir. Bunu da burada yazaq. Məktəbə qədərlə hüququn tələbələri cüt bal toplayıbdır. Yəni balları cüt rəqəmdir. Onda bilirik ki, bu 96 ilə 74 ya məktəbə qədərdir, cüt ədəd olardı da, ya da hüquqşünaslıqdır. Onda bu 81, bizim burada baxın, riyaziyyatı, memarlığı, elektrik mühəndisliğini tapmışıq. Sonra bu nədir? Hüquqdur. Ya 74-dür, ya 96-dır. Məktəbə qədər ya 74-dür, ya 96-dır. Maliyyə də 65 tapmışıq. Onda yerdə qalan nədir? Sosial işdir. Sosial işdə 81-ə uyğundur. Onda bura yazıram. 81, ixtisas yazıram bura. Sosial iş. Sosial işin də ixtisası nə idi? Ödənişli, ödənişsiz olduğunu bilmirik. Bilirik burada ödənişsizdir. Yəni, ancaq ödənişli maliyyədir, memarlıqdır, məktəbə qədər. Bunları tapdıq. Başqa deyəsən, heç nə tapa bilmirik. İndi keçək. Görək nə var burada. Yenə də 96 ilə bir dənə onu çalışmayaq. 96 ilə 74-ə ya qalır hüquq, ya da qalır nə? Məktəbə qədər. İndi qalxağın yuxarı inşallah. Bax, keçirik. Bura dəqiq, yəni dəqiq tapdığım cədvəllər bunlardır. Qalxaq yuxarı. Deyir, aşağıdaşlardan hansı mütləq səhvdir? Mütləq səhv o deməkdir ki, yəni, məsələn, A variantına görə nə deyil? F B-dən az bal toplamışdır. Uşaqlar, F 81-dir. B-yə ya 96 qalır, ya da nə qalır orada? Deməli, 65 qalır. 96 olsa, F B-dən az toplayıbdır. 65 olsa FB-dən çox bal toplayır. Yəni belə də olar, yəni ola da bilər, olmaya da bilər. Dəqiq deyil bu. Dəqiq deyilsə bunun üstündən xətt çəkdim, getdi. Mənə lazım deyil. Mənə ancaq mütləq olandır. Bütün variantlarda ödəməlidir. A C-dən çox bal toplamışdır. Bax uşaqlar, A 56 bal toplayıbdır, düzdür? A bir dənə Y-dən çox bal toplayıbdır. C-yə nə olur olsun? C-yə qalanlar nə var? Ya 96-dır, ya da 65-dir. Yəni C hər iki versiyada A-dan çox bal toplayıb. Bizə deyir ki, A C-dən çox bal toplayıbdır, bu səhvdir. Yəni mütləq səhvdir. Hansını qoyursansa qoy, o səhvdir. Sonra keçək ikincinə. Uşaqlar, ikincinə görə nə deyir bizə? Deyir ki, sosial iş ixtisası üzrə təhsil alan tələbə neçə bal toplamışdır? Tapmışıq bunu. 81-dir. D variantı. Sonra keçək növbətinə deyir. Əgər B adlı tələbə hüquqşünaslıq ixtisası üzrə təhsil alıbdırsa. Bu sual ancaq, yenə dedim, bu şərt, bu köməkçi şərt, ancaq 52 nömrəli sual üçün keçərildi. Deyir, B adlı tələbə hüquqşünaslıq. Onda buraya yazıram B üçün hüquq yazıram. Onda C-yə nə qalır? Səhv yerdə yazdım, aşağıda yazmalıydım. Deməli, B-yə yazdım ixtisas olaraq hüquq. Onda C-yə nə qalır? Maliyyə qalır. Bir də memarlıq, hüquq, elektrik, sosial iş, riyaziyyat, məktəbə qədərlə maliyyə qalır. Uşaqlar, mən maliyyəni bura yazan mərəm. Təbii ki, bura yazsam, balı onun 65-dir, amma burada 74-dür. Onda biz maliyyəni bura yazmalıyıq. Maliyyə buradadırsa, onda bura qalır nə? Məktəbə qədər qalır da, düzdür? İndi baxaq, görək nədir? Hansında ödənişli əsaslarla təhsil alan tələbələrin adı mütləq doğru qeyd edilmişdir. Bizdə bilir ki, baş hərfləri eyni olanlar deməli ödənişli də oxuyurlar da, düzdür? Memarlıq, maliyyə, məktəbə qədər. A, C, D. A, C, D. Sualımız olacaq D variantı. Aydındır. Bax, bu sual, bunları fərqli hərflə, rənglə ona görə yazdım ki, biz o B-nin, C-nin, D-nin hansı ixtisas olduğunu ancaq 52 nömrəli şərtə görə tapa bilirik. Belə tapa bilmirik. Aydındır. Sonra keçirik, növbəti suala baxaq. Görək növbəti sualda nə deyil bizə. 53 nömrəli sual. Belə bir sualdır. Deyir ki, rəqəmlərdən ikisi düzdür. 3 rəqəmli ədədin rəqəmləri barədə məlumatlardan istifadə edərək aşağıdakı
istifadə həmin ədədin rəqəmlərin cəmini tapmalıyıq. Deməli, 3 rəqəmli bir ədədim var. Bu şərtlərdən istifadə edib biz həmin rəqəmləri tapmalıyıq. 379 yazıb. Rəqəmlərdən ikisi düzdür və onlar yerindədirlər. 402 rəqəmlərdən biri düzdür və o yerindədir. Rəqəmlərdən biri düzdür və o yerində deyil. Rəqəmlərdən ikisi düzdür və onlardan biri yerindədir. Digəri isə yerində deyil. Şuna baxın bura. Başlayaq bir-bir axtarmalıyıq. Məsələn, birinci şərtdə deyir ki, 379 rəqəmlərindən ikisi düzdür və onlar yerində deyirlər. Burada deyir. Bunların ikisinə baxsaq, rəqəmlərdən biri düzdür və o yerində deyil. Onda biz bilirik ki, dəqiq olaraq bilməliyik ki, burada ikisi düzdürsə, mütləq şəkildə 3, 7-nin hər hansı biri olmalıdır. Burada da rəqəmlərdən biri düzdürsə, 3, 7-nin hər hansı biri olmalıdır da, düzdür. Yəni, kodumun biri ya 3-dür, ya da 7-dir. Bu dəqiqdir. Çünki orada deyir, ikisi düzdür. 3 rəqəmdən ikisini, ancaq 3, 7 ikisindən birini seçəcəm. Ya 3-ü, ya 7-ni, yəni 3, 9, 7, 9, ya da 3 ilə 7 götürə bilərəm. Amma burada deyir ki, rəqəmlərdən biri düzdür. Onda belə çıxır ki, 3 ilə 7 eyni anda kodum ola bilməz də, silirəm. Ya 3-dür, ya 7-dir. Onda bura baxsam, 4 mənim kodum deyil. 4-ü sildim, getdi. 4-ü sildim, getdi. Kodumdan biri ya 3-dür, ya 7-dir. Onda dəqiq bilirəm ki, ya 3 ilə 7-nin ikisindən biri mənim kodumdursa, onlara köməkçi, burada axı deyir, ikisi düzdür. İkisi düzdürsə, onların digər kodu nədir? 9-dur. 9 bilirəm ki, kodlarımda dəqiq istifadə eləyəcəm. Amma 3 ilə 7-nin hələ bilmirəm. Amma 3 ilə 7-nin ikisindən biri olmalıdır. Burada yazıram 3, 7. Hansıdır bilmirəm hələ ki. Gəlir bura, deyir ki, rəqəmlərdən biri düzdür və o yerindədir. Uşaqlar biz dəqiq bildik ki, kodumuzun biri 9-dur, biri 3 və 7-dir, hər hansı biridir. Gəlirik burada, 9-u tapmışıq, rəqəmlərdən ikisi düzdür və onlardan biri yerindədir, digəri yerində deyil. İndi bu iki dənə şərti müqayisə eləsək, bax, rəqəmlərdən biri düzdür, burada deyil, ikisi düzdür. Bu iki dənənin biri 9-dur. İndi həm burada iştirak edən 2-dir. Deməli, o biri kodumda 2-dir. Bunda tapdıq. Yəni, məsələn, 0-ı götürsəm, mən məcbur olmalıyam burada, 2-ni silməliyəm, 1-i götürərəm. Onda 9, 1, 0, 3 ilə 7-nin ikisindən biri gələr ora, o 4 rəqəmli kodum olar. Onda mənə 3 rəqəmli kod lazımdır. İndi 9, 3, 7-dən axtarağın yerlərini dəqiq tapağın və onların cəmini axtarıb tapağın. İndi baxaq, uşaqlar, birinci şərtə görə deyir ki, 9 yerində deyil. Bu axırıncı şərtə görə deyir ki, misal üçün, rəqəmlərdən ikisi düzdür və onlardan biri yerindədir, digəri isə yerində deyil. Ya 9 buradadır, ya əvvəldədir, ya sondadır. Rəqəmlərindən biri düzdür, o yerindədirsə, biz bunu tapdıq ki, 2, bir dənə bu 2-dən baxalım. Yerindədirsə, deməli, ən axırıncı rəqəmim 2-dir. İndi bu 9-a baxalım. 9 bir dəfə burada deyir ki, yerində deyil. Burada deyir ki, ikisi düzdür və onlardan biri yerindədir, digəri yerində deyil. 2 yerindədirsə, onda 9 yerində olmamalıdır. 9 yerində olmamalısa, bura gəlməlidir. Əvvəldə gəlməyib, ortada gəlməlidir. İndi 3 ilə 7-ni seçəyim. Burada deyir ki, rəqəmlərdən ikisi düzdür və onlar yerində deyirlər. İndi, uşaqlar, 3-ü götürüb, ya 3-dür, ya 7-dir. 3-ü yazsam bura, birinci şərtimə görə 3 yerində olmalıdır. Axı, mən də bunu bura yazmışam, 3 buradadır. Onda yerində olur, şərtim pozulur. Onda 3 deyil. Bax, bir də deyirəm, uşaqlar, 3-ü bura yazsam, burada deyir ki, ikisi düzdür və yerində deyil, heç bir yerində deyil. Yəni, 9 onsuz da axırda gəlmişdi, yerində olmadı, ortada gəldi. 3-ü də yazsam, onda şərtim pozulur. 3 burada əvvəldə yazmışam, onda yerində olmuş olardı. Onda burada yazıram 7. 7 yerində deyil, əvvələ keçdi. 9 yerində deyil, ortaya keçdi. Bu 2 də bu şərtə görə deyirdi ki, yerindədir. Hər şey düzgündür. 7, 9, 2-ni toplayanda hamısının cəmi olacaq 18. Sonra keçək növbəti suala. 54 nömrəli suala baxalım, görək nə deyir burada. Qanunaylılığı müəyyən edin və sual işarəsi əvəzinə uyğun olan variantı tapmalıyıq. Deməli, nə deyir burada? 2 ilə 4-dən 8-i almalıyıq. Yəni 24-dür. Biz birinci buna 2 və 4 kimi baxmalıyıq. 35-ə də 3 və 5 kimi tək-tək baxmalıyıq. Yəni necə alarıq? 2-ni 4-ə vuraram. Kvadratın funksiyası vurmadır. Hamısını da ödəyir. 4, 7-ni 28. Yenə 24-dən 6-nı, yəni 2 və 4-dən 6-nı necə alarıq? Toplayarıq. 3 ilə 5-i toplayaram 8. 4 ilə 7-ni toplayaram 11. Ödədi hamısında.
3-dən 9-u necə alaram? Bu da kvadrat. Deməli, düzbucaqlının funksiyası vurma, dairənin funksiyası toplama, rombun da funksiyası kvadrat. Gəlin başlayalım burada fiqurları bir-bir çıxartmağa. Deməli, rombun funksiyası nə oldu? 8-in kvadratı 64. Deməli, bu rombla 8 birlikdə olacaq 64. Və dairənin funksiyası nə idi? Onları toplamaq. 6 ilə də 4-ü topladım. Bu tərəf elədi 10. Şimdi gəlib bura elə ədədlər yazmalıyam ki, mən nəticəsi sonda 10 olmalıdır. Deməli, baxaq burada uşaqlar, rəqəmləri yoxlamalıyam artıq. Məsələn, D variantında 5-i qoysaq bura, görək nə olur burada. Deməli, 5-in kvadratı, rombun 5-in kvadratıdır. 5-in kvadratı nə qədərdir? 25. Yəni, buranı silsəm, olacaq bura 25. Kvadrat da nə idi? Bir-birinə vurmaq. 2-ni də 5-ə vuracam, 10 eləyəcək. Yəni, digər variantları A-nı, B-ni, C-ni, Y-ni bir-bir yoxluyursunuz. Bu, yəni 10-a bərabər olmur. Amma 5-in kvadratı 25. Düzbucaqlının da funksiyası alınan ədədin rəqəmlərin bir-birinə vurmağıdır. 2-ni də 5-ə vuranda 10 olduğunu görərik. Sonra gələk 55 nömrəli suala. Buradan fikir verin. Bizə nə deyir burada? Deməli, 2019 və 23-cü illər ərzində kinoteatrda nümayiş olunan filmlərin sayı ilə tamaşaçıların baxış göstəriciləri arasındakı əlaqəni əks etdirən diaqramdan istifadə edilən tapşırıqları yerinə yetirir. Hansı ildə bir filmə düşən ortalama tamaşaçı sayı ən çox olmuşdur? Bax, bir filmə düşən, bir var, adam başına düşən göstərici. Burada bir filmə düşən deyir. Baxaq indi, yoxlayalım. Deməli, özü də burada veribdir. 2019-cu ildə tamaşaçı sayı milyon nəfər verib burada. Yazıram burada 2019-cu ildə. Uşaqlar, deməli, tamaşaçı sayı 16 milyon 400 mindir. 16,4 milyon, 16 milyon 400 mindir. Film sayı isə nə qədərdir orada? 410. İndi bizdə bax, bura filmdir, bura tamaşaçıdır. İndi bizə bir filmə düşən deyirsə, bir filmə düşən tamaşaçının da sayını yazacam burada x. Yəni 16.400-ü, 164 deməli, bax, təklik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik, 1 milyon, 10 milyon. 16 milyon 400 mini bölməliyəm 410-a. Bunu da bölsəz 2019-cu ildə eləyir 40 min. Sonra eyni qayda ilə 2020-ci ili. Bax, yenə yazacaqsınız. Deməli, tamaşaçı sayı 3,42 milyon. Film sayı 189 nəfər və tamaşaçının sayı bölməliyən filmə. Bax, tamaşaçı sayı, film, tamaşaçı sayın filmin sayına böləndə hər filmə düşən tamaşaçı sayını tapacaqsınız. 2020-ci ili hesablasaq 18.095 alınmalıdır. Sonra 2021-ci ili hesablasaq 21.182 alınmalıdır təxmini 2021. 2022-ni hesablasaq alınmalıdır 28.482. 2023-cü ili hesablasaq alınmalıdır 43.750. Kalkulatordan hesablasaq belə çıxacaq. Deməli, nə oldu? Necə tapdıq? Burada tamaşaçının sayını filmin sayına böldük. Hər filmə düşən, bir filmə düşən ortalama tamaşaçı sayını tapdıq. Bizdən də ən çoxunu istəyir. O da 2023-cü ildə 43.750 olacaq. O da olacaq D variantı. Sonra gəlir 56-da. Cədvəl sualıdır. Cədvəl suallarında nə eləmək lazımdır? Sətr üstün üzrə toplamaq lazımdır. Birinci, gördünüz, alınmır. Başlayırsınız xanaları qruplaşdırmağa. Buna uyğun bir testdə, bir sualda bizim testimizdə var. Deməli, nə edib burada uşaqlar? 12-ni kvadrata yüksəldib, alıb 144. 21-i kvadrata yüksəldib 441. 15-i kvadrata yüksəldib 225. 13-ü də kvadrata yüksəldəndə 169 eləyəcək. Burada da cavab olacaq D variantı. İlk iki sütuna ədəd kimi baxır. O birilərə də 3 rəqəmli ədəd kimi baxır. 12-ni kvadrata yüksəldir. Yanındakı xanalara düzür. Sonra gəlir rənglənmiş hissənin sayəsini tapmaq. Şöyle fikir verin burada. Rənglənmiş hissənin sayəsini. Birinci biz görürük ki, bu kvadratdır.
1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6. 6'nın 6'ya bir kvadratdır. Və bu kvadratın içərisində bir hissələri ağdır, bir hissələri qaradır. Yəni bu bütöv kvadrat ağ və qaradan ibarətdir. Yəni ağ və qaradan təşkil olunur. Məndən ağı istəyirsə qaraları tapıb çıxaram və yaxud da ki, qaraları istəyirsə ağları tapıb çıxaram. İndi burada hansı rahatsa ondan istifadə edə bilərik. Amma bilirik ki, S düzbucaqlı bütövlükdə bərabərdir. 6-nı 6-ya vursam 36 eləyəcək. Çıxmalıyam. Rənglənmiş hissəni deyirsə, məsələn, mən görürəm ki, bu ağlar üçbucaqlardır. Ağları tapmaq daha rahat. Üçbucağın da sayısı nə idi? Bir tərəf həmin tərəfə çəkilmiş hündürlüyün yarısına bərabərdir. Yəni A vurulsun H bölünsün 2 düsturu ilə hesablanır. Baxaq bu üçbucaqlar. Uşaqlar 1, 2, 3, 4 dənədir və bizə bir düzbucaqlının 1 olduğunu deyir burada. 4 buradır. 4 dənə dama belədir. Bu təpədən də bura çəkilib bir xanım. Yəni bir dənə belə 1 santimetr, 1 metrin nədirsə 1 təşkil edir oranı. Bunda buranı tapmaq üçün nə etməliyəm? 4-ü vuracam 1-ə, böləcəm 2-yə bərabərdir 2. Deməli bu üçbucağın sayısı oldu 2. Buna bərabər burada da bir dənə üçbucaq var. Burada 2-dir. Buranı hesablasaq yenə 1, 2, 3, 4. 4-ü 1-ə vuracam, 4 böləcəm 2-yə 2. Burada 2 olacaq. Sonra gəlirik bu üçbucağa baxsaq. Bu üçbucaq 1, 2. Bura 1, 2. 2-ni 2-yə vuracam 4. Yarısı eləyəcək 2. Bura 2-dirsə, burada 2-dir. Burada ona oxşar üçbucaqdır. Burada ona oxşar üçbucaqdır. Deməli, ağların sayısını tapdıq. Çıxsam bunu, yerdə qalacaq qaraların sayısı. Ağların sayını tapağım. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 2-nin 16 edir. 36-dan da 16 çıxanda qalacaq 20. Deməli, bu rənglənmiş hissənin sayısı olacaq nə qədər? 20. Gəlirik bura. Deyir, KLM bir-birindən fərqli rəqəmlərdir. KLM böyükdür. K böyükdür, L böyükdür, M şərtini ödəyən KLM şəklində neçə 3 rəqəmli ədəd olmalıdır? Uşaqlar, bir-birindən fərqli rəqəmlərdirsə, KLM-in 5-dən böyük şərtini görürəm. Onda mən bilirəm ki, KLM ancaq hansı rəqəmləri ala bilər? 9-u, 8-i, 7-ni, 6-nı, 5-i. Bu rəqəmləri ala bilər. Və K daha böyük olduğuna görə buradan yazıram 1, 2, 3 rəqəmli ədəd yazmalıyım. Yəni, indi başda birinci K üçün, lap başda K-nı yazıram. K-dan sonra nə gələ bilər? K-dan sonra 8 gələr, 7 gələr, 6 gələ bilər də, düzdür? Bu 3 rəqəmlərin biri gələcək. Məsələn, yazıram 8. 8 yazsam, uşaqlar, bax, bura qalır nə? 7, 6, 5. Üçünü də yaza bilərəm. Bu, biz inşallah növbəti dərslərimizdə permutasiya, kombinizon dərsi keçəndə orada daha aydın olacaq. Vurma prinsipi ilə yazsaq bunu, bu birinci yerə 9 yaza bilərəm, yəni bir dənə ədəd yaza bilərəm, əgər hələ ki 9-un başda gəlmə şərtinə baxıram. Sonra ikinci yerə 8 yaza bilərəm, yenə də ora hələ ki 8-in gəlmə formasına baxıram, versiyasına baxıram. Onda üçüncü yerə 7-ni də yaza bilərəm, 6-nı da yaza bilərəm, 5-i də yaza bilərəm, problem yoxdur, 3-ünü də yaza bilərəm. Onda buraya yazıram 3. Vurma prinsipinə görə sayıları vururam burada. 1, 1, 3. Bir-birinə vuranda 3 dənə burada eləyəcək. Sonra keçirəm eyni qaydanın. 1, 1, burada da belə. İndi lap başda 9 yazsam, daha bura 8-i yox, 7-ni yazmaq istəyirəm. Bura yazdım 1, bura yazdım 1, ancaq 7-ni yazıram. Onda bura da 7-ni yazmışamsa 7-dən kiçik 6 və 5 qalır. 2 dənə qalır burada. Vurma prinsipinə görə 2-ni vururam. Sonra bir dəfə də 9-u yazaram burada. 1, 2, 3. Buraya yazaram 9. Onda bura qalar 6. Da 7-ni yazmışam. Burada qalar bir dənə 5. Burada eləcək nə qədər? 1. 9-un başda gəlmə versiyaları bunlardır. Yaxşı. İndi 3, 2, 1. Toplasam bunlar nə qədər eləcək? 6 dənə. İndi başlanğıcda 8 də gələ bilər də. 1, 2, 3 dənə burada. 8-i buraya yazsam. Buraya yazaram 7-ni. Qalır bura 6 ya da 5. Yəni 2 dənə burada qalır. Say olaraq baxsam 2 vur, 1 vur, 1. Bunları da aşağıda yazım ki, sayla qarışdırmayaq. Deməli, bura ancaq 8 yazıram, 1. Ancaq 7-ni yazıram, 1. 2 vur, 1 vur, 1. Buraya eləyəcək 2. Sonra bura bir dəfə də 8-i yazaram. 1, 2, 3. Bura 6-nı yazaram. Bura 1, 1. Onda avtomatik bura bir dənə qalır 5. Onda bura yazdım nə? Bir versiya burada var. Bir dənə də yaza bilərəm uşaqlar. Eləcə 7, 6, 5-i düzə bilərəm bura.
Bura 7, 6, 5. Bu da eləcək 1, 1, 1. Bunların hamısını vursan 1 eləyəcək. Bir dənə burada var, bir dənə burada var, 2 dənə də burada var. Cəmi nə qədər eləyəcək? 4 dənə. 6 dənə də əvvəldən varımızdır. 6 üstə 4 gələndə eləyəcək nə qədər? 10. Yəni KLM şəklində neçə dənə 3 rəqəmli ədəd var? 10 dənə. Yaxşı, aydındır. Sonra keçək növbəti suala. Görə 59 nömrəli sualda nə deyir bizə? Deyir ki, ən azı 3 il fasilə ilə doğulmuş qardaşların yaşları ilə bağlı məlumdur ki, ortancıl qardaş kiçik qardaşdan neçə yaş böyükdürsə, böyük qardaşdan da həmin qədər kiçikdir. Deməli, yazıram bura kiçik qardaş, bura yazıram ortancıl qardaş, burada yazıram böyük qardaş. Ortancıl bir dənə də şərt deyir ki, böyük qardaşın yaşı kiçik qardaşın yaşından 3 dəfə çoxdur. Deməli, kiçik qardaşa x versəm, onda böyük qardaş olacaq 3x. Bu ortancıla da bir dənə z desəz, daha görək, deyir ki, ortancıl qardaş kiçik qardaşdan neçə yaş böyükdürsə, ortancılın kiçikdən neçə yaş böyük olduğunu tapmaq üçün yazmalıyam z çıxılsın x. Deyir, o qədər də böyük qardaşdan kiçikdir. Deməli, böyük qardaşdan da o qədər kiçikdirsə, deməli 3x çıxılsın z. Bunlar eyni rəqəm olmalıdır. Yəni, bundan bunu çıxanda, bundan bunu çıxanda eyni ədəd almalıyıq. Bunu sadələşdirsən, deməli, x bu tərəfə keçəndə olacaq 4x bərabərdir z bu tərəfəsində 2z. Onda buradan da z bərabərdir 2x. Və bizə deyir ki, ən azı 3 il fasilə ilə doğulmuş 3 qardaşın, yəni bunların arasındakı fərq ən azı 3 olmalıdır. İndi məsələn, bura versəm, yəni z-dən x çıxanda 3 verirəmsə, aradakı fərq ən azı deyil, ha. Buna 3 qardaşın yenə də ən azı istədiyinə görə z çıxılsın x bərabərdir 3 yazsaq, buradan z-in yerinə bərabərdir 3 üstəgəl x qoysaq, gətirib burada yazsaq z-in yerinə 3 üstəgəl x bərabərdir 2x-a, buradan x bərabərdir elə 3-ə. Gördünüz? Z çıxılsın 3-ü bildiniz də hardan yazdım? Z çıxılsın x bərabərdir 3. Ən azı 3 il fasilə ilə doğulmuş. Ən azı 3 il fasilə ilə o deməkdir ki, aralarındakı yaş fərqi 3 ildir. Buradan tapdıq ki, x 3-dür. Yəni, kiçik qardaşın yaşı 3-dür. Z 3-dürsə, x 3-dürsə, onda z-i taparam 6. B-ni də taparam, yəni böyük hərfində taparam nəyi? 9. Ən azı 3 il fərqdir. Kiçik qardaş böyük qardaşdan 3 dəfə kiçikdir. Bunların arasındakı yaş fərqi, bunların arasındakı yaş fərqinə bərabərdir. Hər şey qaydasındadır. Bizə də deyir ki, bu 3 qardaşın yaşları cəmi ən azı neçə ola bilər? 3, 6, 9. Bunları toplasam eləyəcək 18. Bu olacaq 18. Düzgün cavab Y variantı. Deyir, qrupda 15 nəfər oxuyur. Bayram münasibəti ilə onların hər biri qrup yoldaşlarının hər birinə hədiyyə verdi. Cəmi nə qədər hədiyyə lazım oldu? Burada fikir verin. Bunun üçün düstur var. Bir var, qrupda 15 nəfər oxuyur. Bayram münasibəti ilə onların hər biri qrup yoldaşlarının hər birinə hədiyyə verir. Məsələn, A B-yə hədiyyə veribsə, B də A-ya hədiyyə verməlidir. A özündən başqa, yəni hamısına hədiyyə verməlidir. Eynindən B də özündən başqa hamısına, C də özündən başqa hamısına hədiyyə verməlidir. Bunun üçün düstur var. Əgər hamı bir-birinə hədiyyə verirsə, n vurulsun n-1 düsturu ilə hesablayacaqsınız. Bir də var, məsələn, deyir ki, məsələn, görüşdülər, yəni 2 nəfərin arasında bir hadisə baş verirsə, onda belə olacaq. N vurulsun n-1 bölünsün 2. Yəni 2 nəfərə bir iş düşür. Məsələn, salamlaşdılar. 2 nəfər bir dəfə salamlaşır. Yəni A ilə B salamlaşdısa, elə B ilə A da salamlaşmış deməkdir. Onda n vurulsun n-1 bölünsün 2 düsturu ilə hesablayacaqsınız. Gələcəkdə lazımcı olar. Bu halda isə, yəni hərəsi ayrı-ayrı iş görürsə, burada bölü 2 olmayacaq. Olacaq burada 15 vurulsun 14. İndi 15-i də 14-ə vuranda 150, o da 60, eləcək 210. Cavab olacaq C variantı. Deməli, 2 nəfər arasında ayrı-ayrı iş görülürsə, onda n vurulsun n-1. 2 nəfər arasında bir dənə iş görülürsə, onda n vurulsun n-1 bölünsün
2 düsturu ilə hesablayacaqsınız. Keçək 61 nömrəli suala. Deyir ki, qanun uyğunluğu müəyyən edin və sual işarəsi əvəzinə uyğun olan variantı tapmaq lazımdır. Görə burada nə edibdir uşaqlar? Deməli, fikir verin burada. Bu ortadan xətt qoyub və bu şəkili bir dəfə, yəni ümumilikdə, buradan simmetriya veribdir. Bu o simmetriya oxunu göstərir. Bunu tutub buradan elə bir aşırıb bu tərəfə. Alınıb burada nə? Fikir verin. Bu üç bucağı aşırsan bura. Gəlir, bax, buradakı şəkil alınır. Və mən onu bütövlükdə 90 dərəcə sola aşırmalıyım. Bax, bu şəkil aşırsan bura. Burada belə bir üç bucaq yaranacaq. Fikir versin onu. Bu dik durub da, düzdür. İndi mən onu burada belə görməyim üçün şəkili 90 dərəcə sola aşırmalıyım. İndi eyni qanun uyğunluğu bura tətbiq eləməliyim də. Bu bilirik ki, şəkil əlaqələrində bir dənə nümunə verir. Hansı məntiq varsa, ikincisində də eyni məntiqi tətbiq eləməliyik. Bu fiquru sola doğru aşırsan, bax bu tərəfi sağı sola doğru simmetriya versək, deməli necə alınacaq o? Bax, buradan gələcək o belə bir şey. Baxın bura. İndi mən təzədən bu şəkili 90 dərəcə sola aşırmalıyım axı. Yəni şəkilə buradan durub baxmalıyam. Buradan durub baxanda da A variantı qalır. Deməli, şəkili bir dəfə sola aşırıram və 90 simmetriya verirəm sola. Ümumi şəkili də 90 dərəcə sola aşıram. O da olacaq A variantı. Sonra gəlir 62. Deyir, kitabın səhifələri birdən başlayaraq ardıcıl nömrələnmiş 5 ardıcıl səhifənin nömrələnmişdir. 5 ardıcıl səhifənin nömrələri cəmi ən çoxu 245 olarsa, bu kitabın səhifələnməsi zamanı ən çoxu neçə 2 rəqəmindən istifadə olunubdur. Bizə deyir ki, 5 ardıcıl səhifənin nömrələrinin cəmi. Ardıcıl səhifə deyəndə mən ən kiçiyini x götürsəm, onda o birisi x plus 1 olacaq, onda o birisi x plus 2 olacaq, digəri x plus 3 olacaq, digəri də x plus 4 olacaq. 1, 2, 3, 4, 5 səhifə var. Deyir, bunların cəmi, ardıcıl cəmi bərabərdir. Neçə verib orada? 245. x, 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 x. Neçədən elədir? 1, 2, 3, 4, 5. 5x bərabərdir. 1, 2, 3, 4. Hamısını toplasam 10. 245-i də 10-a bölsəm, 245-dən də 10 çıxsam, 235 qalacaq. Buradan da x bərabər olur 47-yə. Deməli, biz tapdıq ki, ən kiçik səhifəmiz 47-dir. Yəni, 47, 48, 49, 50, bir də 51. Belə gəldi. Deməli, bizim kitab səhifələnib 51-ə qədər. Və biz də bilirik ki, 1-dən 100 aralığında 0 istisna olmaqla hər bir rəqəmdən 20 dəfə istifadə olunubdur. Bir də var, bizdən soruşa bilər ki, neçə ədədi yazılışında 2 rəqəmdən istifadə olunub? Orada 19 dənə olacaq. Və bunlar nədir? Yəni 20 dənə hardan gəlir olar? Uşaqlar, baxın, sağ tərəfdə yazsam, bax, deməli, bir dənə bunu yazın. Sağ tərəfdə yazsam, 1, 100 aralığında, 2, 12, 32, 42, 52, 62, 72, 82, bir də 92. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 9 dənə 2 burada var. Bir də var, 20'lərin içərisində. Baxın, 20, 21, 22. Yəni, sən 20 rəqəmin hansı yazırsansa, yaz 2 rəqəmdən istifadə edəcəksin. 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29. Burada qalır, bax, 2'ləri saysan. 1, 2, 3, 4. Bu 20'nin ikisini də istifadə edəcəm. 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 burada, 9 burada, cəmi edir 20 dənə. İstənilən rəqəm üçün bu keçərlidir. Sıfırdan başqa. İndi bizə deyir ki, 2 rəqəmindən istifadə olunub. 51-ə qədər gəlibdirsə, yəni də bunları bir-bir saymaqdansa, mənə nələr lazım deyil? 52 lazım deyil, 62 lazım deyil, 72 lazım deyil, 82 və 92 lazım deyil. 1, 2, 3, 4, 5 dənəsi lazım deyil mənə. Onda olacaq 15 dənə. Aydındır. Birdən soruşsaydı ki, neçə ədədin yazılışında 2 rəqəmindən istifadə olunub, artıq orada uşaqlar 22-ni bir dənə ədəd kimi götürməlisiniz siz.
Rəqəm olaraq 22-də 2 dənə 2-nin ikisində götürürsünüz. Amma ədəd olaraq soruşsa 22-ni bir dənə 2 kimi sayırsınız. İndi burada da cavabımız olacaq neçə? 15. 51-dən 52, 62, 72, 82 sizə lazım deyil. 20-dən də çıxırsınız, qalır cavabınız. Sonra gəlir 63 nömrəli sual. Verilmiş fiqurlardan hansı digərlərindən fərqlənir? Deməli, buna baxsaq, bu şəkilə sarıların sizin qarşınızda qalmağı şərti ilə bütün şəkillərdə elə baxalım. Bu sarılar üzbəyüzümüzdə baxsaq, görürəm ki, bu sarının üstündəki ağ var, buna sol tərəfdən birləşib. Yəni, bu iki dənə yanaşı olan sarıya ağ soldan birləşib. Buradan sarıya baxsam, bax, sarı mənim qabağımda qalmaq üçün buradan baxmalıyam. Bu, sağ tərəfdən birləşib. Və yaxud da ki, bu şəkili 90 dərəcə sola doğru aşırsaz bir dəfə, onda görərsiniz ki, bu ağ sağ tərəfdən gəlib. Bu sarılar qabağınızda qalmağı üçün buradan baxmalısınız. Buradan baxsanız yenə sağ tərəfdədir. Burada da sağ tərəfdən toxunurdu. Buradan baxsam üzbəyüzdə, burada da sağ tərəfdən toxunur. Buradan mənim qabağımda qalmağım üçün yenə baxsam bu ağ ona sağ tərəfdən baxır. Burada da sağ tərəfdən toxunur. Burada da sağ tərəfdən toxunur. Burada da sağ tərəfdən, burada da sağ tərəfdən toxunur. Amma burada bir dənə birincində sol tərəfdən toxunur. Ya da 90 dərəcə sağa sola aşırmaqla görərsiniz ki, hamısı eyni şəkillərdir. Bir dənə bir fərqli şəkildir. Yəni bu ağlar bu sarıya sol tərəfdən toxunur. Ona görə fərqli cavabımız 1-dir. Sonra gəlir. Bir qatlanmış kağızda kəsiklər edilib, tikilən kağızı açın və uyğun cavab variantını seçin. Deməli, nə edib burada? Kəsiklər mövzusunda, indi keçəcəyik inşallah onlarda. Bax, buradan çarpaz xətt çəkib. Yəni, bu birinci, ikinci, üçüncü şəkil hamısı bu birinci şəklin üzərində. Bu 2-3 dənə şəklin üçü də birinci şəklin üzərində tətbiq olunur. Sonra bir dəfə çarpaz kəsib buradan. Sonra bax, buradan yarı kəsib, bir də belə kəsib. Buradan belə kəsməlidir. Bir dəfə də belə kəsməlidir. Və özü üçün burada bir dənə bu küncü qaraldıb. Eyni qayda ilə buranı da qaraldıb. Bir dənə də ortadan belə xətt çəkibdir. Burada bir dənə düzbucaqlı yaradıbdır. İndi fikir versək, biz burada ən axırda gördüyümüz iş nə idi? Bu balaca üçbucağı bura aşırmaq, bu balaca üçbucağı da bura aşırmalıdır. Bunun yanını silim. Bu balaca üçbucağı bura aşırmaqdır, bunu da bura. İndi eyni şeyi ən axırda gördüyümü burada ilk eləməli. Bunu geriyə açanda üçbucaq burada olmalıdır və bu düzbucaqlının yarısı da bu xətt üzərinə gəlməlidir. Bunu da yuxarı qatlamışdım axı. Bunu da geri açmalıyım. Onda bu üçbucağın yarısı bura gəlir, yəni daha doğrusu özü bütöv gəlir. Buradakı düzbucaqlının da yarısı bax burada gəlməlidir. Bax belə. Hələ ki yuxarı hissi. Məsələn, mən baxıram ki, C variantını silirəm orada. Nəyə görə? Burada görürsünüz, yoxdur. Bu da bu üçbucaq orada yoxdur. Bu dəyişilmir heç vaxt. Z getdi. B variantda baxsam, buna simmetriya verəndə bu üçbucaq vardısa burada, aşağıda da üçbucaq olmalıdır. B variantda getdi. Qalırıq Y variantında, bax bunu geriyə açan daxil dedik, bu üçbucaq belə bölmüşük də bunu. Variantların üzərində işləsək, bu üçbucağın hipotenuzu, bax bura gedib çıxıb. Onda geri gələndə bu üzərində nə varsa özü ilə gətirməlidir. Burada yoxdur ondan. Y variantda getdi. Qalacaq orada A ilə D variantı. A ilə D-də də bax biz burada şəkili bir dəfə böyük şəkili ortadan kəsmişdik. Yəni ortadan kəsmişiksə, bunu bura qatlamışıqsa, geriyə açanda bunun üzərində nə varsa bu tərəfdə olmalıdır. Bax burada fikir versəz, bu xətti, bu da bu hipotenuzu. Mən geriyə açanda burada üçbucaq varsa, burada da üçbucaq olmalıydı. Simmetriya, gücü effekti verəndə elə olur. A variantı da səhvdir. Düzgün cavabımız olacaq D variantı. Sonra gəlir 65. D şəkildə hər biri bağlar vasitəsilə birləşibdir və 11 kvadratdan ibarət fiqur verilibdir. Deformasiya uğrayaraq aşağıdakı şəkilə düşmüşdür. Kvadratlar bir-birinə nəzərən yerini dəyişmiş, lakin bağlar qopmamışdır. X, Y yazılmış kvadratlara düşən hərfləri müəyyən edərək uyğunluğu tapmalıyıq. Gəlin baxalım birinci. Birinci işimiz nə olurdu belə tip suallarda? Birinci işimiz oydu ki, hər fiqurdan çıxan xətlərin sağın üstünə yazmaqdır.
Məsələn, M olan düzbüzərgədən 4 dənə çıxıb. Buradan 4 dənə çıxıb. Buradan 4 dənə çıxıb. Buradan 2, 4 dənə çıxıb. Buradan 2, 4, 5 dənə çıxıb. Buradan 2, 4 dənə çıxıb. Buradan 2 dənə çıxıb. Buradan 2 dənə çıxıb. Buradan 2, 4 dənə çıxıb. Buradan da 3 dənə çıxıb. Bir dənə də qaldı burada 2. Sonra düşürük aşağıya. Burada da yenə eyni qayda ilə. Buradan 2 dənə çıxsın. Buradan 4 dənə çıxıb. Buradan 2, 4, 5 dənə çıxıb. Buradan 2, 4 dənə çıxıb. 2 dənədir buradan. 2, 4 dənədir. Sonra 4 dənədir. Burada 2 dənədir. Burada 2, 4 dənədir. Burada 4 dənədir. Burada da 1, 2, 3 dənədir. Biz də fərqli saylara baxırdıqda, fərqli saylar görürəm ki, 2-dən də çoxdur, 4-dən də çoxdur. Amma 3 ilə 5-in yerini rahat tapa bilərik. Gəlin baxalım. 5 olan yerə bir dənə dur. Onda bura R yazmalıyam. R yazdım, getdi. 3 olan yerə də, bu R-nı yazdırsa silin buradan, geçsin. Da R-nı istifadə eləməyəcəyiz başqa yerdə. 3 olan yerə də D yazmalıyam. O da hardadır? 3 olan yerə də D yazmalıyamsa, 3 olan yer buradadır, D-dir. Bu D-nı da yerini tapdım. Şöyle baxıram burada 3-ün birləşdiyi N-dır, K-dır, Z-dır. 3 ilə 5 ikisi də Z-ə birləşibdir. Mən də baxım görüm burada 3 ilə 5 ikisi də birləşdiyi haradır? Baxın bura 3 də buradadır, 5 də buradadır. İkisi də birləşirsə Z-ə birləşir. Onda buraya yazacağım Z. Gördünüz? Bu Z-i tapdım yerin. 3 də bura birləşib, 5 də bura birləşib. Buradan 3 bura birləşib, 5 də bura birləşib. İkisinin birlikdə nə olacaq? Z olacaq. Onda biz tapdıq 1-ə 2-yə uyğundur. Y-ə tapdıq nəyi? Z-i. Yəni 2-yə uyğundur D. Amma buna davamı getməyə heç ehtiyac yox. Yəni 2-yə D uyğun bir dənə Y variantı. Yəni variantlarla işləsəz görərsiniz. İndi digər variantları da məsələn çıxartsaq, görək ki, Z-ə birləşən 2 var burada. Z-ə birləşən 2, o Y-dir. Buraya yazıram Y. Bu Y-ni də tapdınız, getdi. Sonra görək başqa nə var orada. 3-ün birləşdikləri nə idi? 3-ün birləşdiyi 1, buradan baxsam, 3-ün birləşdikləri Z idi, tapmışıq. Biri K idi, tapmamışıq. Biri də N-i tapmamışıq. Sonra keçək o biri tərəfə, görək. Uşaqlar, buradan deyəsən hələ ki dəqiq çıxmıram. Çıxmır, baxaq onda. 5-ə baxsaq, 5-in birləşdiyi bir dənə 2 var. 5-in birləşdiyi 2 A-dır. Bura baxın, 5-in birləşdiyi 2 A-dır. O birisi 4-dür. Buraya yazıram A. İndi 5-in bu A-nı sildim buradan. 5-in birləşdikləri Y idi, A idi, Q idi, bir də Z idi. Z-i tapmışıq da burada. Z-i tapmışdıq, getdi. Y-in yerindədir. Onda bura qalacaq Q. Burada Q-ni yazdıq, getdi. Bu da getdi. Sonra gəlirik. Q-nun birləşdiyi 2 vardı orada. Q-nun birləşdiyi 2-yə düşür B. Q-nun birləşdiyi 2 B-dir. Onda B-nin birləşdiyi 4 nədir? B-nin birləşdiyi 4 də M-dir. Buradan M-i, B-ni sildik, getdi. Qaldı nə? K-dır, 4-dür, K-dır, N-dir, C-dir. İndi baxaq orada görək. Z-in birləşdiyi 4 var orada. Z-in birləşdiyi 4 var orada. Burada Z-in birləşdiyi 4. Oraya yazacağım K. Buradan K getdi. Sonra deməli burada bu 2 dənə 4-ün fərqləndirən qaldı burada nə uşaqlar? N ilə C qalıbdır. N M-ə birləşib, K da M-ə birləşib. C da 5-ə birləşib də burada. 5-in də birləşdiyi 4, onda 5-in birləşdiyi o biri 4 C-dir. Bura C yazırsınız. C-də getdi. Gəlirik N-nı tapmağa. N da burada qaldı. Nə? X. N da X. 1-ə də uyğundur C. 1-ə C uyğundur, 2-ə D uyğundur. Gördünüz? Yəni, bu qədər heç yazmağa ehtiyac yoxdur. Əslində sadəcə yazdım ki, görəsiniz. Deməli, 1-in tapanda avtomatik cavab çıxır. Z-i tapdınız. 1-ə C, 2-ə də D uyğun olduğunu gördünüz. Aydındır. Burada ancaq nə etmək lazımdır? Çıxan xətləri yazırsınız üstünə və fərqli sayda olanları rahat şəkildə yazırsınız. Sonra başlayırsınız ki, onların birləşdiyi xətlərin nələrə birləşibdir, onları tapmalı. Sonra gəlir 65 nömrəli sual, 66 nömrəli sual. Görün nə deyir burada? Deyir ki, mətndə vurğulanan fikir aşağıdakılardan hansıdır?
Bu muzeydə yer alan köhnə avtomobil kolleksiyasını yaxından araşdırdıqda əvvəllər dizayn və texnologiyanın gec dəyişməsinə görə avtomobillərin 40-50 il istifadə olunduqdan sonra muzeyə verilməsi müasir insana çox uzun zaman kimi görünürdü. Ən təəccüblü olan odur ki, indiki avtomobillər çox qısa müddətdə muzeylik olacaqdır. Yəni, bax, yuxarıda görün nədir? Bu muzeydə yer alan köhnə avtomobillərin kolleksiyasının dizayn və texnologiyanın gec dəyişməsinə görə. Yəni, buradan dizayn və texnologiyaya görədir. Yəni, əvvəllər texnologiya zəif olub, indi texnologiya inkişaf elədiyinə görə avtomobillər çox qısa müddətdə muzeylik olacaq. Yəni, texnologiya ilə bağlı, o da baxın, inşallah, bura baxın, texnologiyada indiki sürətli dəyişiklik var. Deyir ki, mətndə vurğulanan fikir aşağıdakılardan hansıdır? D variant. Avtomobilin insan həyatındakı əhəmiyyəti. Bununla bağlı heç nə yoxdur orada. Avtomobil üçün uyğun olan tanıtma yolları. Bu da deyil. Avtomobillərin dünya iqtisadiyyatındakı yeri. Bu da deyil. Etibarlı olmaları üçün alınan tədbir. Bununla da bağlı heç nə yoxdur. Amma texnologiya ilə bağlı orada gördünüz bir fikir var. Texnologiyanın gec dəyişməsinə görə. Deməli, əvvəllər texnologiya inkişaf eləməyib, indi isə sürətli şəkildə dəyişir. Sonra deyir ki, cavab variantları 67 nömrəli sual. Cavab variantlarındakı hissənin 4-ünü çevirmədən, heç bir istiqamətə döndərmədən birləşdirdikdə verilmiş fiqur alınır. Hansı variant artıqdır? Gəlin bu variantları bura düzəyin. Bunu qırmızı götürün. Deməli, yazırım bura. Bax, A-ya baxın. 3 dənəsi soldan belə sağdan çarpaz gəlibdir. 3 dənəsi sağdan çarpaz gələn bulardır. İndi mən A-nı burada çəkmək istəyirəm. Bax, A-nı çəksəm, bura belə. Belə gəlib. Bu mavidən yuxarı, bir dənə yuxarı. Sonra mavidən yuxarı 2 dənə. 2 dənə. Sonra sağa, bir dənə bura, belə. Bu oldu A variantı. Görürüz, A variantını bura yerləşdirdik. Sonra keçəyin B variantı. B variantında 3 dənə belə sağdan gəlib. 3 dənə sağdan da gələn olur, bax, budur. Mən bu B variantını bura yerləşdirsəm, bax, belə. Sonra gələcək 2 dənə sağa, sonra mavidən sonra bir dənə gəlir. Sonra düşür aşağıya, belə. Mavinin altında bir dənə ağ, sonra belə, belə. Gördünüz, bu oldu B variantı. Sonra gəlin, bax, bura baxın, inşallah, bu hissəyə. 2 dənə ağ, sonra qabağında mavi olan, 2 dənə ağ, qabağında mavi olan Y variantı gəlir. Bax, 2 dənə ağ, qabağında mavi olan, bir dənə də aşağısında mavi olan. Bax, bura baxın. Görürsünüz bunu. 2 ağ, mavi, aşağıda mavi, 1, burada da bir dənə çıxıntı var. Gördünüz. Bu olacaq Y variantı. Qalır bu. 2 dənə mavi, bir dənə burada ağ olmalıdır. 2 dənə mavi, bir dənə ağ olan, o da D variantı. Buraya uyğun gəlir. C variantı artıq. Görürsünüz, bütün fiqurları bura istiqamətləri dəyişdirmədən yığdıq. Bu D variantına götürdük, buraya yapışdırdıq. C variantına yer qalmadı. Olacaq cavabı C variantı. Sonra gəlir 67 idi, 68. Deyir ki, verilmiş 3 sözün cəhd, icad, cəza sözlərinin hərfləri şəkildəki ədədlərlə şifrələnmişdir. 1 və 2 ədədlər müvafiq olaraq D və Ə hərflərinin şifrəsi olarsa, hərflərin yerini müəyyən edərək cihaz sözünün uyğun gələn cavab variantını seçmək lazımdır. Deməli, nə edəcək uşaqlar? Baxın, bura 3 dənə diaqram var burada. Cəhddir, icaddır, cəza sözləri. Hamısında ortaq olan hərf C hərfi var. Mən də baxıram bu dairənin, bu dairənin və bu dairənin, bu dairənin, bu dairənin, bu dairənin. Üçünün də kəsişməsində duran orada bir dənə ədədim var. O hansı ədəddir? 4-dür. Deməli, C hərfinə gördüm, uyğun gəldi 4. Yəni, 4-də C hərfi uyğun gəldi. Buraya yazdım 4. Sonra deyir ki, 1 və 2 ədədlərlə müvafiq olaraq D və Ə hərfləri. Onda yazıram 1-ə D, 2-yə də yazıram Ə hərfi. 2-yə də yazdım Ə hərfi. Buraya yazdım. İndi gəlir burada uşaqlar, bax. Bu dairənin içərisindəki hərfləri düzə bilərəm. C, Ə, D varsa nə qalır? Cəhd sözü qalır da, düzdür? C, Ə, D. Bir dənə burada da olar. Onda 7-yə qalacaq nə? X. Bunu yazdıq. Sonra gəlirik bura. Bax, cəhd sözünü tapdıq. İndi C bu dairəni axtaranda, bu dairəni axtarsam C, Ə var. C, Ə'nin olduğu burada. C, Ə, Z, A'dır. İndi fikir verin uşaqlar. Bax, burada 3 elə bir hərfdir. 3'dür, 6'dır, 7'dir. Onlar
Bir dənə dairədə var da, bu bir dənə dairədə var, bu bir dənə dairədə var, bu bir dənə dairənin hərfidir. Orada fikir versəniz, H-dır, deməli, H-dır, İ-dir, Z-dır. Bunlar hər sözdə bir dəfə istifadə olunubdur. Onda bu 3-ə, H-nı yazmışamsa, 3-ə ya uyğundur İ, ya da uyğundur Z. Şimdi bura baxın, C-ədən sonra təbii ki, burada cəza sözünü yazmalıyam. Onda 3 üçün Z qalır. 5 üçün qalır A. Gördünüz? İndi burada da i'ni avtomatik Z buranı götürübsə, i də gəlir, bura qalır. Eynən i burada qalır. Eynən qalır i, c, a-dır. Hər dairədə bir sözü düzəltdik burada. Bax, c, ə, z, a, i, c, a-dır, c, ə, h-dır. Yəni, bu sözləri bura düzdür. Bura düzləndən sonra bizdən artıq hər hərfin şifrəsini tapmışıq. İndi cümləni quraq. Burada görək nə bilir. Cihaz sözündə C-ni tapmışıq 4. İ-ni tapmışıq. İ neçədir? 6-dır. H-ni tapmışıq 7. A 5 idi. Z-da tapmışdıq 3 idi. 4, 6, 7, 5, 3 olacaq B variantı. 68 B variantı. Aydındır. Sonra gəlir 69. Deməli, nə deyir burada? Qanunluğu müəyyən edin. Sual işarəsi əvəzinə uyğun olan variantı tapmaq lazımdır. Biz bilirik ki, bu iki şəkili üst-üstə qoyanda burada bir şəkil yaranır. Yarısını özü verib, mənə deyir ki, yarısını sən tamamla. Deməli, ya şəkili çəkirsiniz bura, ya da variantlarla işləyirsiniz. Variantlarla işləmə necədir? Deməli, mən baxıram, məsələn, A variantına. A variantda, bax, bu qaradan aşağı xət gəlib. Bizə burada nə deyil? Bax, bir hissəsi var. Sən olmayanları çəkməlisən. Olmayanlar, məsələn, bu qaradan bura xət gəlib də da. Onu mən niyə təzdən çəkim? Varsa siləcəm onu. A variantı getdi. Eyni qayda Y üçün də keçərlidir. Eyni qayda C üçün də keçərlidir. A, C, Y getdi. Qalırıq B ilə D-nin arasında. B ilə D-nin arasında fikir verin. Bax, bu altı bucaqlının xətləridir. Fikir versəz, bax, bu hissəni bura köçürsək, bu xətti bu qara nöqtədən bura çəkməliyəm. Və buradan belə xət çəkməlidir. Düzdür, buradan belə çarpaz xət çəkib, bir də buradan belə xət çəkib. Gördünüz? Onda nə edəcəm? Məndə bu hissə lazımdır. Lazımdırsa, məsələn, B variantında bir hissəsini verib, buradan çıxanı verib, amma buradan çıxanı verməyibdir. Onda B variantında o yoxdur. Onda qalacaq o nə variantım? D variantı. Variantlarla işləmək daha rahatdır. Bir var, şəkili bura köçürəsən, elə variantlarla işləndə rahat çıxır. Sonra gəlir 70. Deyək ki, iki atıcıdan birinin hədəfi vurması ehtimalı 0.8. İkinci atıcının hədəfi vurma ehtimalı isə 75'dir. 0,175'dir. Hər iki atıcı bir dəfə hədəfə atəş açdıqda hədəfin vurulmaması ehtimalını tapın. Bunda biz nə edirik? İnşallah, iki atıcıdan birinin hədəfi vurması ehtimalı 0.8'dirsə, vurmaması ehtimalı 1 çıxılsın 0.8. O da bərabərdir 0.2. İki atıcının hədəfi vurması ehtimalı 0.75'dirsə, onda vurmaması ehtimalı 0.25 eləyəcək. İndi bizə deyir ki, hər iki atıcı bir dəfə hədəfə atəş açdıqda hədəfin vurulmaması ehtimalını tapın. Yəni ikisi də vurmasın da bunu. İkisi də vurmursa, yəni eyni anda vəd edir də bu. Yəni birinci və ikinci atıcının ikisinin də. Onda vəd edinə görə bunları bir-birinə vurmalıyıq. 0.2-ni də 0.25'ə vuranda eləyəcək 0.5. O da bərabərdir. Kəsrlə yazsam 5 eləyəcək 20'də 1. Olacaq C variantı. Aydındır. Hədəfə atəş açdıqda hədəfin vurulmaması ehtimalını tapın. Əvvəlcə ayrıca birinci atıcının hədəfi vurulmaması ehtimalı, sonra ikinci atıcının, sonra da onları bir-birinə vururuq. 71'ə gəlir. Şəkil əlaqələri mövzusuna aid olan bir tapşırıqdır. Birinci şəkillə ikinci şəkili üst-üstə qoyur, üçüncündə yazır. Burada da eyni qayda birinci ilə ikincini üst-üstə qoyur, üçüncündə yazır. Burada da eyni qayda ilə bununla bunu üst-üstə qoyanda dairənin içərisində belə bir şəkil olmalıdır. Buradan belə, buradan belə, belə. Variantlarla işləsəz yenə, variantlarla işləyəndə görürsünüz ki, baxışalar A variantı uyğun gəlmir.
Məsələn, B variantında görək nə problem var? Yəni, A variantına B variantını belə müqayisə ilə gedək. A variantı uyğun gəlmədi. Mən bunu bir dənə balacaladım. Rahat gəlsin. Bax, uşaqlar, mən bunu bura köçürsəm, fikir versək, bu burada belə olacaq. Bu burada belə olacaq. Bu burada belə olacaq. Bu burada belə olacaq. Sonra bu burada belə olacaq. Belə. Buradan belə. Buradan belə. İndi bu hansı varianta uyğun gəlir? Baxın. Sən B variantında o da belə deyək də, bu naxışların ortasında xətt var. Sonra gəlir orada C variantında yenə həmin xətt var. Burada D variantla Y variantının arasında fikir verin. Ortadakı bax ağdır, ağ qalıb. Amma Y variantında onları qaraldıbdır. Y variantı da səhvdir, yəni olduğu kimi qalmalıdır. Cavabımız olacaq D variantı. Bax görürsünüz, mən çəkdiyimdə indi D-yə biraz oxşayır və yəni ortası da qara olmalı. Bu şəkli bura qoyur, üçüncündə yazır. Ortası da üzr istəyirəm, ağ olmalı. Y variantda qaradır, amma bizdə ağ olmalı. Çünki buralarda dəyişməyibdir. Burada qanunlar uyğunluğu necədirsə, eyni qanunlar uyğunluğu bura tətbiq eləməliyik. Sonra gəlir 72. Qanunlar uyğunluğu müəyyən edin, sual işarəsi, vəzn uyğunluğundan variantları. Şifrələr mövzusuna aid olan bir tapşırıqdır. Deməli, eyni simvollar, eyni hərflərlə şifrələnibdir. Məsələn, mən baxıram burada, bu smayliklə bu smaylik eynidir. Deməli, onlar eyni rəqəm olmalıdır. Məsələn, B variantında burada 9-dur, burada 7-dir. Səhvdir, silirəm, gedir. Burada 9-dur, burada 7-dir, sildim, getdi. Bura 7, 7, 7, 7 düzdür. Baxıram bura, buradakı rəqəmlə buradakı simvolum eynidirsə, onlar eyni rəqəmlər olmalıdır, hamısında eynidir. Məsələn, baxaq A variantından D variantının fərqinə. Uşaqlar, A variantından D variantının fərqində, məsələn, budur burada rəqəmlər təkrarlanıbdır. Gəlin görək, bizdə harada təkrarlanıb o rəqəmlər? Budur burada 2 dənə eyni simvol təkrarlanıbsa, yəni 3-cü sətrin axırıncısında. Onda burada 5 ilə 5 7 səhvdir. A variantda səhvdir. Qalarıq D variantına Y variantının arasında. D variantından Y variantının arasındakı fərq 1084. Bunlar hamısı düzgündür. Bax, bu 9 ilə 2-nin yerinin səhv olmalı, fərqli olmalıdır. İndi mən baxıram, bu 2-ni, bax, bu da burada 2 verib. Bu axırıncı sətrin bir ikinci rəqəmin 2 veribdir. Gəlin görən, onlar eynidir. Bax, bu 2 olsa, burada da eyni olmalıdır. Hə, düzdür. Amma burada fikir verin. İkinci ilə buradakı ikincini eyni 2 veribdir. Bunun ikincisi ilə bunun ikincisi ayrı-ayrı rəqəmlər, simvollardır. Deməli, ayrı-ayrı rəqəm olmalıdır. O da gedəcək, qalacaq D variantımız. Düzgün cavab olacaq D variantı. Sonra gəlir 73-ə. Deyil şəkildə kubun açılışı verilmişdir. Kubun tilinin 1 sm olduğunu nəzərə alsaq, kubu təkrar qapatdıqda və A və B nöqtələri arasındakı məsafə nə qədər olur? Mən bu kubu aşırsam, bilirik ki, bu yan tərəf oturacaqları yan üzlərinin üzərinə aşıra bilərik. Mən bu üzü bir dəfə aşırsam bu tərəfə, A gəlib burada qalacaq. Sonra bir dəfə də aşırsam, bir dəfə, bu A buradadır da, bunu bir dəfə aşırsam, A gəlib, bax, bu da burada qalacaq. İndi A ilə B-nin arasındakı məsafə nə qədərdir? A ilə B-nin arasındakı məsafə 1 sm-dir. Til elə tərəfin uzunluğunu deyir də burada. Tili tərəfidir. Yəni A ilə B-nin arasındakı məsafə 1 sm olduğunu görərsiniz. Bu B-ni də aşıra bilərsiniz. B-ni də sağ tərəfə aşırırsınız. Gəlir, çıxır, bax, burada. B-ni bir dəfə sağa aşırsam, baxın burada, B ilə burada qalacaq. Növbətisində aşırsam, B qalacaq burada. Növbətində aşırsam, B qalacaq. Deməli, bir dəfə aşırdım, burada qaldı. Belə qalır burada. Bir dəfə aşıranda gəlir, çıxır bura. Düzdür. Bunu buradakı, deməli, bir dəfə aşırsam, B gələcək bura. İndi mən bunu yığanda, aşağı, yığanda, bax, o oturacaqlar baş-başa verəcək. Baş-başa verdiyinə görə B-lərin arasındakı məsafə yenə bir qalacaq. Yəni, bax, B ilə A-nın arasındakı məsafə yenə bir qalacaq. Bunu da aşırsaq bir qalır. Bunu da aşırsaq bir qalır. Rahatı bu A-nı aşırdınız, gəldiniz, gördünüz ki, B ilə A-nın arasındakı məsafə 1 sm. Aydındır. Belə. Sonra gəlir 74-ə. Deyir, xəstəxanada müayinə üçün hər həkimə 40 xəstə düşür. Hər tibb bacısına isə 20 xəstə düşür. Əgər xəstəxanada həkim
Tibb bacısı xəstələrin sayı birlikdə 172 olarsa, tibb bacılarının sayını soruş. Bax yazıram bura. Həkim üstə gəlinsin, tibb bacısı üstə gəlinsin. Bu xəstələrin sayı bərabərdir 172-dirsə. Sonra xəstəxanada olan xəstələrin sayı hamısı eynidir da. Yəni bir dənə xəstələr, yəni ümumi xəstələrin sayı məsələn 100-dürsə, bu həkimə düşənlərin də sayı tibb bacısına düşənlər də eyni xəstələrdir, bölüb sadəcə olaraq. İndi həkimlərin sayı x dənədirsə, həkimlərin sayını yazıram x. Onda hər həkimə 40 xəstə düşürsə, onda xəstələrin sayı həkimlərlə hesablasaq 40x-dir. Tibb bacılarının sayını yazsaq y. İndi hər tibb bacısına düşən xəstənin sayısa 20 dənədirsə, onda ümumi xəstələri tibblə hesablasaq, tibb bacısını hesablasaq 20y-dir. Onda bu xəstələrin sayı eynidir axı. Onlar bir-birinə bərabərdir də, düzdür? Yazıram burada, onda 40 ilə 20 buradan gedəndə ixtisara x bərabər olur, daha doğrusu 2x bərabər olur y-ə. İndi gəlirəm burada, bax, uşaqlar, həkimlərin sayı nə qədədir? X, yazıram x. Tibb bacılarının sayı nə qədədir? Tibb bacılarının sayı y-dir. Yazıram y. Üstə gələcəm. Xəstələrin sayı 40x də götürə bilərsən, 20y də götürə bilərsən. Eyni şeydir. Üstünə yazıram bura, elə 40x bərabərdir cəmi 172. Yəni, bax, 40x 20y. Eyni rəqəmə bərabərdir. Sən də burada hansını istəyirsən götürə bilərsən. Y-in yerinə yazırıq 2x. Bura x, üstə gəlinsin 2x, üstə gəlinsin 40x bərabərdir 172-yə. Buradan 43x bərabərdir 172-yə. Buradan da x bərabər olur 4-ə. Yəni biz tapdıq ki, həkimlərin sayı 4 dənədir. Həkimlərin sayı, yəni x 4-dürsə, tibb bacılarının sayını istəyir də məndən. Orada da x-in yerinə 4 qoysam 2, 4-ün 8. Y-imiz olacaq 5. Yəni tibb bacılarının da sayı 8 olacaq. Aydındır. Sonra 75 tərəzilərə aid bir sualdır. Tərəzilər mövzusumuz, yəni çarpaz islahlar əvəz etməklə yazırıq. Bizə deyir ki, bir ulduz 3 dənə düzbucaqlıya, 2 dairə, bir düzbucaqlı bir ulduza bərabər olduğunu bilərək, 2 dənə ulduz nəyə bərabər? Şunlar bir ulduz 3 düzbucaqlıya bərabərdirsə, bu deməkdir ki, bunlar tərəzidir də bir-birinə bərabər olmalıdır, tarazılıqdadır. Bu deməkdir ki, mən harada ulduz görsəm, yerinə 3 dənə düzbucaqlı qoymalıyım. Onda bu ulduzun yerinə burada 1 düzbucaqlı, 2 düzbucaqlı, 3 düzbucaqlı qoya bilərəm. İndi 2 dənə dairə 4 dənə düzbucaqlıya bərabərdirsə, onda 1 dənə dairə bərabərdir 2 dənə düzbucaqlıya. 2 dairə 4 düzbucaqlıya bərabərsə, 1 dairə 2 düzbucaqlıya bərabər. Məndən istəyir ki, 2 dənə ulduz. 2 dənə ulduz. Bir ulduz 3 dənə düzbucaqlıdırsa, onda bir ulduzun yerinə 3 dənə düzbucaqlı yazıram. O biri ulduzun da yerinə 3 dənə düzbucaqlı yazıramsa, indi variantlarımda 6 dənə düzbucaqlı yoxdur. Amma dairə ilə ifadə edə bilərəm onu. 2 düzbucaqlının yerinə 1 dairə qoyuram. Bu 2 düzbucaqlının yerinə 1 dairə qoyuram. Bu 2 düzbucaqlının yerinə 1 dairə qoyuram. Olacaq 3 dənə dairə A variantı. Cavabımız olacaq A variantı. Aydındır. Sonra gəlir 76. Verilən sözlər cütünə analoji əlaqəli olan natamam cütünü tamamlayın. Sözlərin ardıcılığı nəzərə alınmalıdır. Uşaqlar, romanın giriş hissəsi proloqdur. Operanın da giriş hissəsi uverturadır. Sözlərin düzgün ardıcılığına da baxmaq lazım. Sözlərin ardıcılığı da nəzərə alınmalıdır. Romanın başlanğıc hissəsi, giriş hissəsi proloqdur. Operanın da giriş hissəsi uverturadır. Sonra gəlir 77. Deyir, ABC sıfırdan və bir-birindən fərqli rəqəmlərdir. A-nın ala biləcəyi qiymətlərin hasilini istəyir. Sıfırdan da və bir-birindən. Biz də bilirik ki, bu ABC burada 0,9 arasındakı rəqəmləri almalıdır və fərqli hərflərə fərqli rəqəm verməlidir. Şunlar B, C, C, B. Cəmi 6 ilə bitibdir. Yəni 2B üstə gəldik 2C bərabərdir. Ya 6-dır bu, ya 16-dır, ya 26-dır, ya da 36-dır. Düzdür? İndi baxaq burada 36 da ola bilər də 4 dənə 9 cəmi gedib 36 ola bilər. Yəni əgər fərqli deməsə.
İndi bilirik ki, burada yuxarıda fərqli dediyinə görə bu 36-nın olma versiyası yoxdur. Keçirik ikinci hissə. Uşaqlar, baxın belə. Məsələn, B ilə C-nin cəmi 6 ol. 2B üstəgəl 2C 6-dırsa, onda bir dəfə B üstəgəl C bərabərdir 3 olar. Sonra B üstəgəlinsin C bərabərdir 8 ola bilər. Bir dəfə də B üstəgəlinsin C bərabərdir 13 ola bilər. Yəni 16 böldüm 2-yə 8, 26 ola bilər. Bölərəm 2-yə 13 edir. İndi başlayırıq yoxlamaq. Uşaqlar, B ilə C-nin cəmi burada. Neçə verdik? 3. Birinci bu 3 versiyasını yoxlayaq. Deməli, 3 versək, 3, 3, 6. Yadımda heç nə qalmadı. Yadımda heç nə qalmırsa, onda bu C ilə B-nin cəmi 3-dürsə, onda 2A-nın cəmi 12 olmalıdır. Onda A bərabərdir 6-ya. Buradan A üçün bir dəfə tapdım 6. Sonra keçəcəm ikincinə. B ilə C-nin cəminin 8 olduğunu, yəni B ilə 2B, 2C-nin cəmi olmalıdır neçə? 16. Onda B ilə C-nin cəmi 8, B ilə də C-nin cəmi 8. 2, 8-in 16, 6 yazaram 1 yadda. Onda B ilə C-nin cəmi 8-dir. O da 1 gəlsəm üzərinə, eləcək nə qədər? 9, yəni C, B-nin cəmi 9. 2 dənə A-nın cəmi 6 olmalıdır ki, 6 olmalıdır ki, deməli 9 o da 6 15 olsun. Burada A bərabərdir. Deməli səhv tapdım deyəsən. Bir dənə əvvəldən gedim. Burada A-nın yerinə 2-ni yazmağından səhv elədim. Yəni bunu təzədən gedək. Deməli baxın uşaqlar. Bura qədər hər şey qaydasındadır. B ilə C-yə bir dəfə 3 verdim. Burada cəmi 3 elədi. B ilə C-nin cəmi 3-dür. Burada B ilə C-nin cəmi 3-dür. 2A-nın cəmi 12 olmalıdır. Onda A bərabərdir. Burada 6 olacaq. Bayaq 2 yazmışdıq. Fikrim mən çıxdım. Bura deməli A-ya tapdıq ki, nədir? Uşaqlar 6-dır. Bu getdi. Keçirik ikincinə. İkincində baxın uşaqlar. B ilə C-nin cəminə 8 yazmışam. Bura B ilə C-nin cəmi 8. Burada da B ilə C-nin cəmi 8 olmalıdır. 8 isə 8, 16. 6 yazaram. 1 yadımda qalır. Bunu hesabladıq. Gəlirik bura. 1 yadımda qalır. Onda B ilə də C-nin cəmi burada neçədir? Uşaqlar 8-dir. O yadımda 1 də gəlib buranı 9 edir. Onda 2 dənə A-nın cəminin, yəni 9 ilə birlikdə 15 olması üçün bu A-ların hər biri ümumilikdə 3 olmalıdır ki, 3 üstə 3 6, o da 9 15 eləsin. Onda A buradan bərabər olmalıdır 3-ə. Rəqəm verəndə, rəqəm vermədən də yaza bilərik. 2A bərabərdir orada 6-ya, A bərabərdir 3-ə. Bunu da tapdıq. İndi gəlirik. Buranı bir dənə silim. Üçüncü versiyamızda vardır. B ilə C-nin cəmi 13 olsun. İndi onu da yoxlasaq, B ilə C-nin cəminin 13 olması üçün bura 13, burada 13. Burada 13 olmalıdır. Mənim terim işləmədi. Deməli, burada 13 olmalıdır. Bunların ikisinin cəmi olmalıdır 13. Burada 13. 13 üstə 13 gəldik. 26. 6 yazarıq. 2 yadda. Onda B ilə də C-nin cəmi bura 13 olmalıdır. Düzdür? Bu da 2. Getdi oldu 15. A-ya heç nə qalmır orada. Bizə deyir ki, 0-dan fərqli rəqəmlər olmalıdır. Elə A-ya ancaq 6 ilə 3 qalır. Bizdən deyir ki, A-nın ala biləcəyi qiymətlərin hasilini istəyir. A-nı da A-nı da A-ya, yəni 6-nı da 3-ə vuranda eləyəcək 18. Aydındır uşaqlar. Bir dənə bu B, C-ni də yoxlayın. Bax, B ilə C-nin cəmi 13, 13, 26 ola bilər. 13, 13, 26, 6 yazdıq 2 yadda. Onda bu C ilə B-nin cəmi 13 isə o da 2, 15 gəlir. A-ya qalır 0 orada. Amma bizə deyir ki, 0-dan və bir-birindən fərqli. Həm də ki, başlanğıza gələn hərfimiz heç vaxtı 0 ala bilməz. A-ya qalır 6 və 3 və bizdən də onların cəmini istədiyinə görə, hasilini istədiyinə görə 6-nı da 3-ə vuracam, eləyəcək 18 A variantı. Sonra keçək 78-ə. Deyir, qanunluluğu müəyyən edin. Sual işarəsi əvəzinə uyğun olan şəkil ədəd əlaqələrinə aid bir tapşırıqdır. Deməli, nə edəcəksiniz? Burada necə yazıbdır? Bu 4 ilə 9-u, 40-40 xətlərdə olanları bir-birinə vurur. 4-ü 9-u vurur 36. Çıxır 3, 6, 5, 7. Hamısının cəmi.
3 üstə 6 9, üstə 5 14, 7 21. 36-dan 21 çıxanda 15. İndi eyni qaydanı bura tətbiq eləsək, burada yoxluğunu ödəyəcək, burada da yoxluğunu ödəyəcək. Eyni qaydanı bura tətbiq eləsək, 8-i 7-yə vuraram, eləyər 56. 1, 6, 4, 3 hamısını toplasam, 6 üstə 4, 10, 14. 56-dan da 14 çıxanda qalacaq 42 Y variantı. Sonra keçək 79 nömrəli sualımızda nə deyir görək. Bu da uşaqlar bizim dərslərimizdə öyrəndiyimiz suallardandır. Fibonacci ədədləridir. 2 üstə 3 gəlir 5. 2 üstə 3 gəldi 5 yazdı burada. 3 üstə 5 gəlib 8. 5 üstə 8 gəlib 13. 8 üstə 13 21. 13 üstə də 21 gələndə buraya eləyəcək 34. 21 üstə də 34 yoxlamalıyam 55 ilə. Eləyir. Onu deməli 13 ilə də 21-in cəmi 34 eləyəcək. O da olacaq Y variantı. Düzgün cavab Y variantı. Sonra gəlir 80 nömrəli sual. Deyir ki, verilən sözlər arasındakı məntiqi əlaqəyə uyğun olan analoji variant seçin. Sözlərin ardıcılığı nəzərə alınmalıdır. Qalar quş, durna, toyuq. Belə deyək də, durna ilə toyuq quşun növləridir. Təyyarə ilə də avtomobil, nəqliyyatın növləridir. Yaxşı. Və eyni qayda ilə məsələn quş yuxarıda, yəni quş, durna havada gəzən, toyuq da yerdə, belə də yanaşa bilərsiniz. Nəqliyyat yuxarıda havada gəzən, təyyarə, avtomobil yerdə gəzən. Və ya ən düzü budur ki, quşun növləri durna ilə toyuq ikisi də quşun bir növüdür. Avtomobillə də təyyarə nəqliyyatın növüdür. Olacaq A variantı düzgün cavab. Sən sözlərin ardıcılığına baxın. Kişi ilə insan, yəni kişinin növləri deyil insanla qadın. Kişi ilə qadın insanın növləridir. Belə gedirsiniz. Həşəratla yırtıcı qarışqa. Bu yırtıcının növləridir həşəratla qarışqa. Sözlərin ardıcılığına da fikir vermək lazımdır. Deyir, hansı fiqur artıqdır? Baxın, burada uşaqlar bir-birinin elə bil ki, tamamlayan şəkillər axtarırsınız. Bax, məsələn, bu şəkili görürsünüz. Bu şəkilə uyğun, burada onun qarası olanı var. Bax, baş tərəfi qara olan. Sonra bu şəkili görürsünüz. Bax, bunun qarası var, onun ağı da var. Görürsünüz. Bu düzü görürsünüz. Bax, bu düzü ağı var. Burada qarası da var. Deməli, bunların oxşarı var. Yəni, belə deyək də, baş tərəfləri qara olanlar ancaq belədir. Sonra baxımına, qolları aşağı olanı, burada da var qara olanından. Sonra bu, qolları bax, bu forma olanı görürsünüz. Bu forma olanın, mən hansısa səhv sildim burada. Bunu, hə. Deməli, bu düzün qara olanı bax budur. Bu düzün qara olanı budur. Deməli, bu qolları belə olanın da ağı budur. Bizə qaldı bir dənə nə? Bax, budur bu şəkilin baş tərəfi qara olan yoxdur. Yəni, bax, hər şəklin ağı da var, qarası da var. Bu şəklin ağı var, qarası yoxdur. Ona görə artı olan deyil, artı olan cavabımız da A variantıdır. Aydındır. Sonra keçək növbəti suala. Görək növbəti suala nədir? Birinci iki söz arasındakı məntiqi əlaqəyə analoji əsaslanaraq, analogiyaya görə sual işarəsi əvəzinə uyğun olan variantı seçməliyik. İnduksiya, deduksiya bir-birinin antonim sözlərdir, bir-birinin əksləridir. İnkarın da əksi təsdiq olacaq Y variantı. Sonra gəlir aşkar operatorlara aid olan bir tapşırıqdır. Qanunauyğunluğu müəyyən edin, sual işarəsi əvəzinə uyğun olan variantı tapmalıyıq. Burada uşaqlar fikir verin, yazmalıyıq necə? Əgər kəsirlərdə operator görübsünüzsə, buna bir dənə x desəz, buna da bir dənə x deyirsiniz, yəni rahat şəkildə yaza bilərsiniz. Yəni yazarsınız burada x bərabərdir, b-nin kvadratı çıxılsın 3x bölünsün 2-yə. Bunda vuranda çarpaz vurulanda 2x bərabərdir, b-nin kvadratı çıxılsın 3x-a, buradan 5x bərabərdir, b-nin kvadratına. İndi b də bizdə 1 ilə 5-dir də. B-nin yerinə duracaq 5. B-nin yerinə 5 durursa 5x bərabərdir. B-nin kvadratı 25-ə. Onda x də bərabərdir 5-ə. Bizdən də elə bax bu operatoru istəyirdi. O da 5-dir. Belə də yaza bilərsiniz. Ya da elə birbaşa
2'ni A kvadrat B'ye vurarsınız. Bak burada yazarsınız 2 vurulsun. A'nın kvadratı B bərabərdir. B'nin kvadratı çıxılsın. 3 vurulsun. A kvadrat B. 2 dənə burada var. 3 dənə də o tərəfə keçəndə 5 dənə olacaq. A kvadrat B bərabərdir B'nin kvadratına. İndi A'nın yerinə 1, B'nin yerinə 5 qoyacağım. 5 A olmayacaq, 1 olacaq. 1 kvadrat 5 bərabərdir 5'in də kvadratı 25. 25'i də 5'e böləndə 1 ilə 5'i tapmış olacağım. Yenə də A variantı olacaq. Baxalım 84 nömrəli suala. 84 nömrəli sual bu PDF-də yaxşı düşməyib. Onda bu PDF-i açarım. Burada daha yaxşı düşübdür. Fikir verin burada. Deyir qanunluluğu müəyyən edin. Sual işarəsi əvəzinə uyğun olan variantı seçmək lazımdır. Deməli, şəkillərin bir-birinin əlaqələrinə baxın, sətr üzrə. Bax, deməli, nə inib burada? Ağ, qara, boz, ağ, sonra qara, ağ, qara. Belə. Şəkillər görürsünüz hər dəfə. Biri düz bucaqlı, biri dairə, biri də ulduzun içərisində. Fikirlərin, budur bu şəkil, çöl, ağ, qara, boz, bu buna uyğundur. Sonra bu qara, birincisi qara olan, sonra boz, qara olan buna uyğundur. Bu da buna uyğundur. İndi eyni əlaqəni, yəni bir-birinə əlaqəlidir. Burada baxın, qara, ağ, qara, qara, ağ, qara. Şəkillər elə bil ki, təkrarlanmalıdır sətr üzrə ayrı-ayrı fiqurların içərisində. Baxırıq bura, qara, ağ, qara. Görə haradadır o? Qara, ağ, qara. Bax, budur buna uyğundur. Sonra ağla başlayan budur, ağ, qara, boz. Bu buna uyğundur. İndi bax, budur, bunlar ikisi yoxdur burada. Görürsünüz, bax. Deməli, bizə lazımdır nə? Tam qara, boz, ağ olan. Tam qara, bax, burada görürsən, bunların ikisi yoxdur orada. Variantlarda tam qara, boz, sonra ağ olan axtarmalıyam. Bu gedər, tam qara, içi ağ olan bu gedər, qalarıq A ilə C-nin arasında. Şöyle bura baxın, qara, sonra boz, ağ gəlib. Bozun həzmi biraz üzbucaqlı versiyasında görürsünüz, burada var. Burada da bozun həzmi var biraz. Amma A variantda görürsünüz, ümumiyyətlə qara, bozu az verib. Burada qaranı daha böyük veribdir. Amma bizdə qara, yəni ağdan sonraki hissə qara var, görürsünüz, az bir hissə var. Ona görə C variantımız düzgün olacaq. Sonra baxaq orada növbəti sualımıza elə həmin PDF-lərdən baxaq. 84'ü bildik. Keçəcək indi 85'e. 85'te görün nə var orada. Şöyle fikir verin 85'te. Bizə deyir ki, A-nı B-yə vur, almalıyıq C-nin kvadratı çıx 8. Yazıram bura. A vurulsun B bərabərdir. C kvadratı çıx 8. Aşağıda da yazıb ki, bu tərəfdə. A vurulsun B bərabərdir 56'ya. Onda belə çıxır ki, AB 56 çaparıb yerinə qoysam, olacaq C kvadrat çıx 8 bərabərdir 56'ya. Buradan C-nin kvadratı bərabərdir 64'ə. Onda C də bərabərdir 8'ə. C 8'dirsə, digərlərini də yerinə qoysam, B-ni deyir C-yə vuran da B-nin üstü 4 alınır. B vurulsun C bərabərdirsə B-nin üstü 4'ə. Onda bu 4 ilə bu B-nin 1 ilə B üstü 4'ün biri gedəcək. Qalacaq C bərabərdir B-nin kubuna. C də 8'dirsə, 8 bərabərdir B-nin kubu yazıram. Onda B bərabərdir 2 olduğunu görə bilərik. B 2'dirsə, aparıb burada A vurulsun B hasilində B-nin yerinə 2 qoysam, A-nın da bərabərdir 28 olduğunu görə bilərim. Yəni 56'nı 2'yə bölərəm, 28 eləyəcək. Gətirib verilmiş ədədləri yerinə qoysaq, A bərabərdir 28, B bərabərdir 2'yə, C də bərabərdir 8 olduğunu görərik. 28 üstə gələcəm 2 edəcək 30, 8'i də çıxanda qalacaq 22. Cavabımız olacaq Y variantı. Sonra keçək 86 nömrəli sualı. Hərflərin sırası pozulmuş, 5 sözdən 4'ü müəyyən əlamətə görə oxşardır. Hərflərin sırasını düzəldərək fərqli sözü tapmaq lazımdır. A variantda söz Avstraliya sözüdür. B-dəki Avrasiyadır. C-dəki Afrikadır. D-dəki Antarktidadır. Y-dəki isə materikdir. A-dır, B-dir, C, D. Bunlar materiklərin adlarıdır. Y variantdakı söz isə materikin özüdür. Yəni, bunlar hamısı materikin növləridir. Ona görə cavabımız olacaq Y variantı. Bunlar materiklərin adlarıdır, bu isə materik ünlü anlaşdır. 87'yə baxalım. Deyir, hərf sırası pozulmuş 5 sözdən 4'ündən istifadə etməklə məntiqi cümlə qurmaq lazımdır. Hərflərinin
sırasını düzəldərək cümləyə aid olmayan sözü tapmalıyıq. A variantdakı söz noyabrdır. B variantdakı söz 9-dur. C-dəki bayraqdır. D-dəki qırmızıdır. Y-dəki də günüdür. Deməli 9 noyabr bayraq günüdür. Burada artıq olan nədir? Qırmızı söz. Bir cümlə düzəltməliyik. Artıq olan nə qaldı orada? Qırmızı söz. Gəlir 88. Bunlar 88-ə bilən diqqətlə fikir verək. 88-ə görə nədir? Bax bu şəkil, bu birinci qara saat əqrəbinin əksi istiqamətində hərəkət edir. Öz həzmi boyda. Öz həzmi boyda bunu bir dənə bölsək, bu düzbucaqlığını bütün hissələrə bölsək, belə bölsək, bu qara öz yerindən ikincinə gələndə öz yerini tərk edib növbətisinə keçir və həm keçdiyi yeri, həm də ondan bir addım sonradakı hissəni qaraldır. Baxın bura, onu belə bölsəm, bu bir dəfə gəlib bura, öz yerindən çıxır, özündən soldakın qaralayır və ondan bir addım sonraki. İndi eyni qanunlarlığı bura tətbiq edirik. Verin. Bu gələcək bura, bu arxadakı gələcək bura, bu gəldi axı bura. Neynirdi? Özündən sonrakını da qaraltmalıdır. Bu da bura gəlməlidir. Bax, belə bir qaraltır. Buraların hamısını rəngləməlidir. Gördünüz? Uyğun gəlir bura. İndi eyni qaydadan buranı bölsək, fikir verin, yenə hərəkət eləməlidir. Buradakı, bax, buradakı görürsünüz, bax, buna baxın. Bu gələcək bura. Bu gələcək bura. Yəni, burada artıq ağ olmalıdır. Bu, bura qalıq gələn kimi avtomatik özündən sonrakını da qaraltmalıdır. Yəni, bax, buranı da qaraldır. Gördünüz, bura gəldi, çıxdı. Bu forma. İndi eyni qayda ilə buranı bölsək, fikir verin bura. İndi bu yenə gəlməlidir bura. Hərəkət edir, sola doğru hərəkət edir. Bu keçəcək bura və bura qaradır. Ondan sonrakını da qaraltmalıdır. Özündən sonrakını da qaraltmalıdır. Deməli, bura hamısı qara və burada qara. Bura ağ olmalıdır. Bu da hansı varianta uyğun gəlir? D variantı. Deməli, şəkil hər dəfə saat əqrəbinin əksi istiqamətdə hərəkət edir və hansı yerə gedirsə, özündən sonraki, həmin getdiyi yeri və özündən sonraki yeri də qaraltmalıdır. Ona görə cavabımız olacaq orada D variantı. Sonra gəlir 89-a baxaq, görək 89 nədir? Qeyri-aşkar operatorlara aid olan bir sualdır. 3 ilə 6-dan 9-u almalıyam. Müxtəlif yollar ola bilər. Məsələn, 3 ilə 6-nı toplayaram 9. 3-ü 6-ya vurub 2-yə bölərəm 9. Bu da ödəyir. 3-ü 6-ya vuraram 18, 1 ilə 8-in cəmi bu da 9 edir. İndi görə bu 3 qaydanın hansından istifadə edib 2 və 5-dən biri alacam. Bunda nə edəyəm burada? 2 ilə 5-in üstünə gəlsəm 7 edir, 1 eləmir. 2-ni 5-ə vurub 2-nin üstünə 5 gələrəm, bu da eləmədi dedik. 2-ni 5-ə vurub 2-yə bölsəm 1 də eləmir, amma 2-ni 5-ə vursam 10, 1 ilə 0-ın cəmi 1 eləyəcək. 6-nı 7-yə vursam 42, 4 ilə 2-nin cəmi 6 eləyəcək. 8-i 2-yə vuracam 16, 1 ilə də 6-nın cəmi eləyəcək 7, o da olacaq Y variantı. Deməli, bir-birindən vurur, alınan ədədən rəqəmlərin təzədən toplayır. Sonra baxaq 90-a. Deyir, Ramil, Aytəz, Nizat, Sərgiyə tablo, Fərid, Zəhra və Orxan isə heykəl təqdim etdilər. Zəhra və Orxan əsərlərini evdə, digərləri isə emalatxanada hazırladılar. Deməli, tablo hazırlayanlar Ramil, Aytəz, Nizatdır. Fərid, Zəhra və Orxan isə heykəl hazırlayırlar. Zəhra ilə Orxan əsərlərini evdə hazırlayırlarsa, onda Zəhra ilə Orxan evdə hazırlayırsa, Fərid evdə hazırlamır. Görək, harada hazırlayıb? Digərləri isə emalatxanalarda. Fəriddir, Nizatdır, Aytazdır, Ramildir. Bunlar emalatxanada hazırlayıb. Kim heykəli emalatxanada hazırlaraq təqdim etmişdir? Yəni, burada heykəli hazırlayanlar Fərid, Zəhra, Orxan idirsə, Zəhra ilə Orxan heykəli evdə hazırlayıblarsa, qalır orada bir dənə Fərid. Fərid qalır, heykəli təqdim edir. Harada? Emalatxanada. Sonra gəlir 91. Fikir verin burada. Deyir, verilən sözlər cütü arasındakı məntiqi əlaqəyə uyğun olaraq analoji variantı seçməli. Sözlərin ardıcıllığında nəzərə almalıyıq. Gəmi suyun üzərində hərəkət edir. Yəni, məntiqi burada. Gəmi su, o demək ki, gəmi suyun üzərində hərəkət edir. Tramvayda reyslərin üzərində hərəkət edir. Məsələn, at yərin üzərində hərəkət eləmir. Təyyarə bagajın üzərində hərəkət eləmir və s. Deməli, burada məntiq necə oldu? Gəmi suyun üzərində hərəkət edir. Onda tramvayda reysin üzərində hərəkət edəcək.
Sonra gəlir burada verilmiş kubun açılışında müvafiq variantları seçmək lazımdır. Uşaqlar, biz nə etməliyik? Açıq kubları bu versiyaya çalışacağıq, gətirəcək. Birinci qaydamız qarşı üzləri. Burada gördüyümüzləri variantlarda qarşı-qarşıya görə bilmərəm. Sonra üzlərin duruşuna baxmalıyıq. Bir də üzlərin saat əqrəbi istiqamətində ardıcıllığına baxmalıyıq. Məsələn, mən bu biri də olan birinci kubuda bunu baxın. Burada bu yan üzlərin oturacaqlardır bunlar. Oturacaqları yan üzlərin üzərinə aşıra bilərəm. 90 dərəcə çevirmək. Bu sləşi bir dəfə aşırsan, burada belə duracaq. Görürsünüz, bir dəfə çevirsən, belə duracaq. Baxın, bu düz xətlə sləşin bir-birinə nəzərən duruşuna. Bu düz xət sləşə perpendikulyardır. Əsas hissəm buradır. Əsas olan yerdə düz xətdən sləşə perpendikulyardır. Burada paraleldir. Bu səhvdir. 2-yə baxsam, bu düz xətti bir dəfə çevirsən bura. Düz xət sləşə perpendikulyardır. Ardıcıllıqla baxsam, düz xət sləş üstə gəlmə. Düz xət, sləş, üstə gəlmə. Onların üçünün ortaq təpəsindən sləş çıxıb. Buradan da çıxırdı. 2 düzdür. Sonra 3-ə baxaq. 3-də heç burada sləş üzüm var. Burada yoxdur o yüzdən. 3 ümumiyyətlə səhvdir. 4-ə baxsaq, uşaqlar, 4-də bu düz xətti buradan qopardıb bura gətirə bilərik. Yəni 4 xəttin üzərində olan üzlərin ən qıraqda qalanların sağdakını sola, soldakını sağa, aşağıdakını yuxarı, yuxarıdakını aşağı apara bilərik. Düz xət sləşə perpendikulyardır, düzdür. Ardıcıllıqla baxsam, düz xət sləş üstə gəlmə, düz xət sləş üstə gəlmə. Hər şey düzgündür burada. 5-ə baxsaq, uşaqlar, bu düz xətti bir dəfə aşırsan, bunlar oturacaqları da aşmalıdır. 3 xətt üzərində olan üzlər aşırırız bu üzə. Düz xət sləş üstə gəlmə düzdür. Düz xət sləşə perpendikulyardır, bu da düzgündür. Hər şey qaydasındadır. Olacaq cavabımız nə? 2-dir, 4-dür, bir də 5-dir. Sonra gəlir neçədir bu? 93. Aşağıdakılardan deyil, hansılar verilmiş şəkildə kimi qatlanıb kəsilmiş vərəqin açılışı ola bilməz. Deməli, biz bilirik ki, bu kəsiklərdə buradakı əməliyyatlar hamısı birinci şəklin üzərində olur. Bizə deyir ki, bu variantları bu ardıcıllıqla böl. Bir dəfə deyir, buradan böl. Bölürəm. Sonra deyir, bir dəfə buradan böldü. Sonra deyir, bir dəfə buradan böl. Bir dəfə də buradan böl. Sonra bir dəfə də buradan bölməliyik. Deməli, mən burada görürsünüz, uşaqlar. Bu şəkli ən son neynədim? Bunu bura qatdaladım. İndi bunu geriyə açanda, burada nə varsa burada olmalıdır. Vardır. Görürsünüz, burada olan orada da var. Sonra mən bunu bir dəfə də bura aşırmalıyam. Axı, balaca görürsünüz, bunu bura aşırmışdıq. Bunu aşıranda burada olan burada var. Burada olan burada da var da simmetriyasını verir. Belə bir kopyalayıbdır. Bir dəfə də bu böyük xətt üzərində aşırsam, burada olanlar burada da olmalıdır. Bir düzdür. Hər şey düzdür bir də. 4-də də baxsaq, uşaqlar, 4-də bir dəfə belə bölsəm, sonra belə bölsəm, sonra buradan belə bölsəm, burada nə edib? Eyni ardıcılıqla bölür. Amma bir dəfə də buradan bölübdür. Uşaqlar, nə edib burada? Mən bunu geriyə doğru aşıranda, bu gəlib çıxıb bura. Geriyə doğru aşıranda bu gedib bura çıxmalı. Yəni, burada nə görürəmsə, burada görməliyim. Burada nə görürəmsə, burada da görməliyim. Burada nə görürəmsə, burada da görməliyim. Görürəm. Bir dəfə də bu böyük xətti görürsünüz. Qatlayanda burada şaquli duran, burada üfüqi durmalıdır. Burada üfüqi duran, burada şaquli durmalıdır. Hər şey öz qaydasındadır. 4 də düzdür. Amma 2, 3, 5-də səhvdir. Deməli, burada olacaq 2-dir, 3-dür, 5-dir. Yəni, 2-ni yoxlayalım burada. Nəyə görə səhvdir? Misal üçün, 2-ni bir dəfə buradan belə bölməliyəm. Buradan bölürəmsə, heç davamına getməyə ehtiyac yox. Uşaqlar, bax, bu çarpaz xətt. Çarpaz xəttdə burada şaquli duran, burada üfüqi durmalıdır. Burada üfüqi duran, burada şaquli durmalıdır. Mən bu xətti geriyə açanda, bax, bu xəttim, burada belə durmalıydı. Görürsünüz, yox deyir. O davamlarına baxmağa ehtiyac yoxdur. 2 dəqiq səhvdir. Bildiniz? Eyni qayda ilə bax, məsələn, burada, uşaqlar, bax, bunu bir dəfə bölsəm, belə, belə. Fikir verin bura. Buradan qopub aşağıya gələn nədir? 3 bucaq formasında bir şeydir. Buradan nə gəlibdir? Düz bucaqlı forması. 3 də səhvdir. Eyni qaydanın 5-i də bir dənə yoxlayaq. 5-i də burada belə aşırsam, sonra bir dəfə buradan kəsirəm, bir dəfə buradan kəsirəm, bir dəfə də buradan kəsirəm. Fikirlərin uşaqlar, bax, burada olanı burada görməliyəm və burada dik duranı, yəni şaquli duranı burada üfüqi görməliyəm. Bax, belə durmalıydı. O da yoxdur. Onda olacaq 2, 3, 5. Sonra gəlir 94.
Boş xanalara 1, 2, 3, 4, 5 ədədlərini elə yazın ki, həmin ədədlər üfüqi və şaquli istiqamətdə təkrarlanmamalıdır və qalın xəttlərlə sərhədlənmiş hər bir blokda yalnız bir dəfə istifadə olunsun. Nə etməli? İnşallah bax, burada bu Sudokunu doldurmağa ehtiyac yoxdur. Əsas məqsədimiz nədir? Sətr üzrə təkrarlanma olmasın, sütun üzrə təkrarlanma olmasın və 1, 2, 3, 4, 5 ədədlərini həm sətr üzrə, həm sütun üzrə doldurmalıyıq və qalın xətlə hüdudlanmış xanalarda da eynən 1, 2, 3, 4, 5 ədədlərin təkrarlanmamaq şərti ilə görməliyik. Bu sütun üzrə mən bura 3 yaza bilmərəm. Bura yazamıram, bura yazamıram, bura yazamıram, bura yazamıram. Ona mən bu qalın xətlə hüdudlanmanın içərisində 3'ü hara yaza bilərəm? Yəni 3'ü görməliyəm də bunun içərisində. Onda 3 qaldı, bir dənə bura. Onda burada 3'ü buraya yazmışamsa, bura yazamıram, bura yazamıram, bura yazamıram. Gəlirəm bu qalın xəttin içərisində 3'ü ya bura yazmalıyam, ya bura yazmalıyam da başqa yerim yoxdur. Məsələn, 3'ü bura yazmaq istəyirəm. 3'ü bura yazsam, uşaqlarımda mən bura 3'ü yazan mənəm. Burada yazan mənəm. Burada yazan mənəm, nəyə görə? Sütununda 3 var. Ona mən baxın bura. Bu qalın xətlə hüdudlanmanın içərisində 3'ü yazmağa yerim yoxdur. Görürsünüz? Baxın, bu qalın xətlə hüdudlanmanın içərisində 3'ü hara yazaram? Heç bir yere yazanmərəm. Amma 3'ü orada görməliyim. Hər bir rəqəmi orada görməliyim. Onda belə çıxır ki, 3'ün yeri bura deyil. 3'ün yeri orada deyilsə haradır? Təbii ki, aşağıdakı. Onu deməli, 3'ü də bura yazılır. Məndən də A ilə B-nin cəmini istəyir. O da eləcək 6. Cavabımız olacaq 6. Tabi Sudokunu doldurmağa ehtiyac yoxdur. Yəni, çətində də olur. İstəyirsən tapmaqda olmur. Amma çətin gedir. Yəni, hazır elə A ilə B-nin cəmini istəyir. A üstə gəlinsin B bərabərdir 6. Sonra gəlir 95. Maraqlı bir sualdır. Deyir, verilmiş 9 fiquru fırlatmamaq şərti ilə bura düzməliyik və qonşu xanalar eyni rəqəm olmalıdır. Məsəl üçün, bu nə deməkdir? Bax, deyir, bura 3 yazıbsansa, burada 3 yazmalısan. Bura 2 yazmısansa, burada 2 yazmalısan. Bax, üstə gəlmə olanları verib mənə. Bax, bunlardır. Bunların istiqamətini dəyişmədən necə var, elə yazmalıyıq. Və özü bir dənə mənə köməkçi şərt verir burada. Deyir ki, B-nin yerinə düşəcək rəqəmin 2 olduğunu bilirik. B-nin yerinə 2 yazıram. Mən də baxıram, bu üstə gəlmələ, burada üstə gəlmədə fikir versəz, aşağı sol küncdə 2 var. Burada da aşağı sol küncdə 2 olan bir dənə budur. Deməli, bunu götürürəm. Necə var? Götürürəm bura. 2'ni bura, 1'i bura, 4'ü bura, 3'ü də bura yazıram. İndi bura 2 idisə, biz bilirik ki, burada 2 olmalıdır. Bura 4'sə, burada 4 olmalıdır. Uşaqlar, 2'ni buradan baxanda görürəm ki, yuxarı sağ küncündə 2 olan. Yuxarı sağ küncündə 2 olan bir dənə budur. Başqa yoxdur. Onda bunu olduğu kimi götürüb köçürürəm bura. Onda 3'ü bura yazıram, 2'ni bura yazıram, 1'i bura yazıram, 4'ü bura yazıram. Onda bura 3'sə, bura nə yazmalıyam? Burada 3 yazmalıyam. Baxıram buna. Aşağı sol küncü 4. Şöyle fikir verin. Bax, budur. 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 Bunlar üçü də eyni şeydir. Bax, 4, 2, 1, 3. 4, 2, 1, 3. 4, 2, 1, 3. Yəni, orada sual, belə deyim, figurlar çoxdur deyə gözünüz qorxmasın. Onlar hər biri eyni şeylərdir. İndi nə edirəm? 4, 3, sol tərəfi, aşağı sol tərəfi 4 olan bir dənə bu idi. Bunlar ikisi idi. Bunu köçürdüyümüzə görə qalır bir dənə bu. Bunda 3'ü bura yazıram. 1'i bura yazıram. 2'ni bura yazıram. Bura 2 yazmışamsa onda bura 2'dir. Şimdi bura 3'dür. Şöyle bunu da yazdık, getdi. Gəlirəm. 3'ü bura yazmışamsa aşağı sağ küncü 3 olan. Aşağı sağ küncü olan ya bu təkrarlananların biridir. Yəni ya budur ya da budur. Bu da olabilir eyni şey. Şöyle bu 3'dür. İndi mən burada ya bunu yazmalıyam ya bunu yazmalıyam da. Hə? Bunu yazanda düz variant çıxır. Gəlin səhvi yoxlayalım. Niyə səhv? Məsələn 3 yazdım bura. Bura yazıram 1. Bunun rəngini dəyişim ki, çaşmıyor. Bu bir versiyadır. Məsələn bura yazıram 1. Bura yazıram 2. Bura yazıram 4. Bura 1 yazmış. Bura 3 idi. Onsuz da bu 3 idisə bura dəqiq 3'dür. Bunu yazmalıydıq. Bura 1'dirsə bura 1 yazıram. İndi 1, 3. Baxıram 1, 3. Bura 1, 3'də düzdür. Bunu götürüb ora köçürdüm. Bura yazıram 4. Bura yazıram 2. Bura 4 ise burada 4 olmalı. İndi bax variantlarımda aşağı sol küncü 4 və 2 olan elə bir düzbucaqlı budur. Burada yoxdur. Deməli bu aşağıya bax burada qalmışdı. 3'ün üstündə
ya bunu yazırdım, ya bunu yazırdım da düzdür. Bunu yazdım, ödemədisə, onda bunu yazacağım. Gördünüz, bir dənə buna dəyişim indi. Deməli, bura 3 idi. O əvvəldən 3 gəlməlidir bura. Aha. Gəldik 3 buradırsa, da bunu yazdıq, ödəmədisə, onda bura nə qalacaq? Bu qalacaq. Yazıram bura 3, 4, sonra gəlir bura 3, 4, onda bura 1 olmalıdır, bura 2 olmalıdır. 2 buradırsa 2 bura olmalıdır. İndi sağ küncü yenə 3 olan, da bunu yazmışıq da düzdür. Bunu yazdıqsa getdi. Sağ küncü 3 olan bir dənə budur. 4, 3, 1, 2 və ya budur. Eyni şeydir. Buraya yazarım onda 4. Buraya yazdım 3. Buraya 1 yazdık. Buraya 2 yazdık. Buraya 2 ise burada 2 olmalıdır. Buraya 1 ise burada 1 olmalıdır. Şimdi baxıram uşaqlar bu 1, 2. Deməli bunu da yazdıq getdi. Bunu da istifadə elədik getdi. Qaldı bunlar. Bir də bunlar. Şimdi baxın. Burada 1, 2 var. Bak 1, 2 var. Sonra burada da 1, 2 var. Burada da 1, 2 var. Biz bilə bilmirik hələ hansı hansıdır. Baxışala burada 1, 2 var. Burada sağında 2 var. Bunda sağında 2 var. 3 tane sağında 2 olan var. Bax, biri budur. Biri budur. Biri də budur. Məndə 3 tane sağında 2 olan. 1, 2. Burada 2, burada 2. Onların üçündən, yəni üçü də bura yazmalıyım. Hansını ara yazmalıyım bilmirəm hələ. Amma bilirəm ki, dəqiq o 3 dənəni bura yazmalıyım. Onda bu kənarda qalan var ya, bax budur bu. Bunu dəqiq hara yazmalıyım? Bura yazmalıyım da, düzdür? Bu 3 dənənin hələ dəqiq yeri bilmirəmsə, bura yazıramsa, onda deməli bu bir dənəni götürüb bura yaza bilərəm dəqiqliylə. Bunda bura yazıram 3, bura yazıram 4, bura yazıram 1, bura yazıram 2. Deməli, yox, səhv yazdım onu. Deməli, bax, bunu götürüb yazıram bura. 4, 3, 1, 2-ni. Bura yazıram 4, bura yazıram 3, bura yazıram 1, burada yazıram 2. Bax, bunu da istifadə elədik ki. 2 buradırsa, bura 4 olmalıdır. 3 buradırsa, bura yazmalıyam 3. İndi 1, 3, burada da 2 olan. 1, 3, burada gəldi nə? 4, 2. Bura 4 yazmalıyıq. Bunu da istifadə elədik getdi. İndi 2, 4 isə, bura olacaq nə? D-yə qaldı. Deməli, 2, 4, bura qalacaq 3, 1, 2, 4, 1, 3. Bax, bu da buradakı 2, 4, 1, 3. Buraya yazmalıyıq 1. Buraya yazmalıyıq 3. Buraya isə bura qaldı 3. 2, 3. 2, 3, 4, 1. 4, 1'i də buraya yazacağım gelince. Şimdi bizdən gördünüz hamısını doldurduq. Qonşu xanalar eyni olmalıdır. Və ABCD ardıcılığıyla da düzməliyik. A-nı tapdınız 4 tapdınız. B-ni tapdınız 2. C-ni tapmışdınız. Deməli A, B, C, C 3 idi. Buradaydı. D de 1 idi. 4, 2, 3, 1. 4, 2, 3, 1 ardıcılığını düzdük. Qurtardık. Aydındır. Sonra gəlir 96. Verilən sözlər cütünlərində 1, 2, 3 sözlər arasındakı məntiqi əlaqələr əsasən hər cüt üçün analoji olan variantı seçmək lazımdır. Şunlar demək istəyir ki, bax, bura baxın. Səhrayı rəng. Bunların arasında nə əlaqə var? Səhrayı rəngin bir növüdür. Bu A, B, C, D-ni də eyni əlaqə ilə tapmalıyıq. Yəni 1-ə yazıram, 2-yə yazıram, 3-ə yazıram. Deyir, səhrayı rəngin növüdür. Baxıram, küknarda ağacın növüdür. 1-ə uyğundur C. London da şəhərin növüdür. 1-ə uyğundur C ilə Y. 2-ə baxın. Böyük, kiçik. Bir-biri ilə antonim sözlərdir. Onda hündürdən alçaq da bir-biri ilə antonim sözlərdir. 2-ə uyğundur A. Gecə, gündüz də bir-biri ilə antonim sözlərdir. A, D. 3-ə də uyğundur. Tərəzi çəkini ölçmək üçündür. Saat da zamanı ölçmək üçündür. 3-ə də uyğundur B. 1-ə C, Y, 2-ə A, D, 3-ə B. Bu qədər uşaqlar, hər biriniz uğurlar. Növbəti izahlarda görüşənədək. Sağ olun.